İkinci fəsil. Günəşin bu qədər yuxarı qalxması səhərin çoxdan açıldığını xəbər verirdi. Röya görmədiyim uzun bir yuxudan oyandım. Sərsəmləmiş halda ətrafıma baxdım. Heç nə tanış deyildi. Mən hardaydım? Neçə an keçəndən sonra başıma gələn hər şey yadıma düşdü. Mən o qəribə adamın evindeydim. Ətrafıma baxdım. Otağın qapısı açıq idi. Dərin bir sükut göstərirdi ki, məndən başqa o evdə heç kəs yoxdur. Qəribə bir hissim vardı. Soyuq, maraqsız bir hiss bütün vücudumu bürmüşdü. Bütün o hirs və üsyan ki, aylardır mənimlə sönmüşdü. Heç təəssüf və darıxma hissi, evimə və ailəmə ki, onlardan ayrılmışdım, yox idi. Heç bir bağlılıq da bu evə yox idi. Hətta nifrət hissim də yox idi. Elə bil ürəyim bir buz tikəsi kimi nəzm və az sürətlə çırpınırdı. Fikirləşirdim. Görəsən bu dünyada bir dəfə də nəsə məni sevindirəcəkdimi? Yerimdən qalxdım. Otaq dünən gecə gördüyümdən də böyük idi. Çarpayını əks etdirən paltar dolabı təptəzə idi. Hələ də mebel yığınının iyi gəlirdi. Yəqin ki, sırağa gün atamın aldığını dediyi mebellər idi. Çamadanımın ağzı açıq idi və paltarlar bir-birinin üstündə gözə dəyirdi. Otağın bir tərəfində də bir sandıq var idi. Ağzını açdım. Bir qədər mələfə, balış üzü, dəsmal, hamam dəsmalı və başqa şeylər vardı. Onları yer-beyir edə bilməmişdilər. Otaqdan bir 4 güşəli yerə girdim. Zahirdən ambara oxşayan başqa bir otaq idi. Sol tərəfdə bir yekə şüşəli qapı var idi. Pəncərələri rəngli şüşələrdən idi və mətbəx, ayaq yolu ilə üzbəüz idi. Yerin ortası qırmızı xalı ilə bəzədilmişdi. Divara yapışdırılan rəflər kitabla dolu idi. Şüşə qapının bir tərəfində qədim bir güldan vardı. Başımı soxub mətbəxə də baxdım. Balaca bir yer idi. Kərpicdən tikilmiş bir sətki vardı. Sətkinin bir tərəfində 3 piltəli göy rəngli bir çıraq vardı. Bir tərəfində də 2 şöbəli təzə qaz ocağı. Altında da bir qaz balonu vardı. Balaca, taxta bir masanın üstündə qırmızı güllü çini qablar bir-birinin içinə düzülmüşdü. Bu qablar mənə yaxşı tanış idi. Uşaqlıqda bir dəfə Tehrana gələndə onları mənimlə Zərinin cehizi üçün almışdılar. Mətbəxin ortasındakı böyük qutuda mis qazanlar, müxtəlif ölçülərdə kəfkir, ağır, böyük teşt vardı. Bunlara daha münasib yer tapa bilməmişdilər. Hiss olunurdu ki, buradakı təzə əşyalar mənim cehizim idi. Qalan şeylər isə o qəribə oğluna aid idi. Uşaqlıqdan mənim üçün alınıb yığılan cehizin ortasında dayanmışdım. Mətbəx əşyaları, yataq otağının avadanlığı, mənim həyatımın bütün hədəfləri bu əşyalarla görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi. Görəsən, bacaracaqdımmı? Bütün günü bu mətbəxdə bişirib-düşürüb, o xoşa gəlməz, qəribə adamla birlikdə yaşamağın öhdəsindən gələ biləcəydimmi? Bunları düşündükcə halım pisləşirdi. Amma hirslənməyə belə halım yox idi. Şüşə qapını açdım. Bizim xalçaların biri də burada idi. Taxçada 2 dənə lalə şəklində şamdan vardı. Üstündən qırmızı şüşələr asılmışdı. Bir haşiyəsiz, rəngsiz ayna vardı. Yəqin ki, bu ayna və şamdanlar mənim idi. Onları kəbin süfrəsində gördüyüm yadıma gəlmirdi. Otağın bir tərəfindəki uzunsav masanın üstünə rəng rüyü getmiş bir örtük salınmışdı. Üstündə qəhvəyi rəngdə böyük radio vardı. Radionun üstündə 2 dənə sümük rəngdə düymə vardı. Düymələr 2 böyük göz kimi mənə baxırdı. Bir 4 künc qutu mənə maraqlı gəldi. Qabağa getdim. Masada bir neçə böyük və balaca zərflər. Zərflərin üstündə musiqi qruplarının şəkilləri vardı. Tanıdım. Bu, qramofon idi. Pərvanəgildə də var idi. Qapağını açdım. Qara, girdə xətlər bir-birlərini əhatə etmişdi. Əlimi çəkdim. Heyf ki, onu işə salmağa bacarmırdım. Zərfə baxdım. Yəqin bu qəribə adam xarici musiqilərə də qulaq asır. Mahmud qardaşım bilsə, bu evdə təkcə bu qramofon və kitablar mənə maraqlı gəlirdi. Öz-özümə, kaş məni bunlarla tək qoyalar, dedim. Yuxarıda daha heç nə yox idi. Evin başqa bir qapısını açdım. Qarşımda balaca eyvan vardı. Bir tərəfi piləkən idi. Pilələrin bir hissəsi həyətə inir. Bir hissəsi də dama qalxırdı.
Həyət kərpiclə döşənmişdi. Həyətin ortasında bir yumru hovuz vardı. Suyu təzəcə dəyişilmişdi. İki tərəfində də bir uzun, yaşıl dar yol vardı. Kənarlarında gilas ağacları əkilmişdi. Başqa bir ağac da var idi. Sonra xurma ağacı olduğunu bildim. Divarın qırağında da yorğun, qoca tənək ağacı var idi. Qızılgül kollarının yarpaqlarını toz tutmuşdu. Binanın üz divarları qırmızı kərpicdən idi. Yataq və qonaq otağının pəncərələri həyətdən görünürdü. Həyətin içində də qədim bir tualet var idi. Bunlardan qumda da var idi. Otaqlardan birinin qapısı bağlı idi. Pəncərələrdən baxmağa çalışdım. Hamısının həsirli pərdələri vardı. Pəncərələrin yuxarısında yığmışdılar. Birinin pərdəsi açıq idi. Əllərimi üzümün qıraqlarına tutub içəriyə baxdım. İçəridə bir qırmızı xalı, bir neçə mütəkkə, bir dəstə yataq vardı. Samavar və çay dəstgahı da gözümə dəydi. Qapıya köhnə və böyük bir qıfıl vurulmuşdu. Yəqin bura o qəribə oğlanın nənəsinin evi idi. Yəqin qonaq gedib. Kəbin kəsiləndə orada oturmuş ağ çadralı qarı yadıma düşdü. Ovucuma nəsə qoymuşdu. Deyəsən bir sikkə idi. Yəqin onu özləri ilə aparıblar ki, gəlinlə bəy bir neçə gün tək qalsın. Gəlin və bəy. Zəhərli bir təbəssümlə gülümsəyərək aşağı inib zirzəminin yanındakı bağlı bir qapıya baxdım. Ensiz pəncərələr eyvanın altındakı zirzəmiyə işıq salırdı. Pəncərələrdən baxdım. Çox qaranlıq idi. İçərinin tozlu və dağınıq olduğu hiss olunurdu. Aydın idi ki, çoxdandır heç kim oraya girməyib. Gözlərim toz basmış qızılgüllərə düşdü. Ürəyim yandı. Susəpəni hovuz suyu ilə doldurub onları suladım. Saat 1 olmuşdu. Acmışdım. Mətbəxə girdim. Toydan qalma bir qutu şirini vardı. Birini ağzıma qoydum. Çox quru idi. Könlüm sərin bir şey istədi. Qədim, alçaq, ağ soyucunun qapısını açdım. Bir qədər pendir, yağ, biraz da meyvə qoymuşdular. Bir şüşə də su. Bunları götürdüm. Pəncərənin qarşısında oturdum. Yeyə-yeyə ətrafıma baxdım. Mətbəx dağınıq və çirkli idi. Qalxıb bir kitab götürdüm. Özümü çarpayının üstünə atdım. Amma fikrim özümdə değildi. Kitabdan oxuduqlarımdan bir şey anlamırdım. Yatmağa çalışdım. Amma alınmırdı. Nə edəcəyimi fikirləşdim. Yəni doğrudan bundan sonra həyatım bu qəribə adamla keçəcək. Gecə yarısı hara getdi? Yəqin ana atasının evinə gedib. Bəlkə də məndən şikayət edib. Əgər anası gəlib mənimlə dava etsə, oğlunu niyə evdən çıxardığımı soruşsa nə deyim? Bir müddət müxtəlif fikirlərlə o tərəf bu tərəfə döndüm. Səidi və başqa şeyləri unutmağa çalışdım. Çalışdım onu düşünməyim. Öz-özümə dedim. Gərək daha bunları fikirləşməyim. Özümü öldürə bilməmişəmsə, gərək hərəkətlərimə fikir verim. Pərvin xanım deyiləm ki, rahatlıqla ərimə xəyanət edim. Əgər onun kimi olmaq istəmirəmsə, gərək Səidi fikirləşməyim. Amma bu fikir məni rahat buraxmırdı. Nəhayət ağlıma gəldi ki, tədricən dərmanları yığıb bir kənara ehtiyat saxlayım. Əgər bu həyata dözə bilməsəm və pis yola düşsəm, dərman ölmək üçün ən ağrısız vasitədir. Ağlıma gəldi ki, saatlardır yataqdayam. Hətta mürgüləmişdim də. Zala keçdim. Divardakı böyük saat 4-ün yarısına göstərirdi. Hövsələm bir tiki olmuşdu. Öz-özümə dedim. Görəsən bu qəribə adam hara gedib? Görəsən mənimlə nə etmək istəyir? Kaş mənə heç nə eləmədən burada yaşamağa qoyaydı. Bu evdə kitab, musiqi, radio vardı. Hər şeydən əvvəl sakitlik, təklik və azadlıq vardı. Ailəmi görməyi zərrə qədər də istəmirdim. O qəribə oğlanla bu evdə ikimiz də sərbəst yaşaya bilərdik. Ah, əgər bu təklifi qəbul eləsə, mən evin bütün işlərini görərəm. Hər birimiz öz yolumuzla gedərik. Pərvin xanım yadıma düşdü. O demişdi ki, bəlkə bir gün ona bağlanarsan. Yoxsa sən də öz yolunla gedəcəksən. Kürəyim titrədi. Onun məqsədini yaxşı bilirdim. Görəsən doğrudan o günahkardır, ya mən xainlik edirəm. Kimə xain çıxmışam? Nəyə görə? Hansı xəyanət? İstəmədiyim, tanımadığım bir qəribə adamla yatmaq? Onun əlinin mənə dəyməyini istəmirəm. Başqaları bir neçə kəlmə oxuyub, mənə zorla bəli dedirtdilər. Sevdiyim bir kişinin eşqi mənim üçün hər şey idi. Mənim arzum onunla yaşamaq idi. Başım şişmişdi. Beynimdə əcaib fikirlər vardı. Gərək bir işlə məşğul olaydım. Gedib radionu açdım.
Öz səsimdən başqa səs eşitməyə ehtiyacım vardı. Yataq otağına gedib sürətlə çarpayını yığdım. Qırmızı yataq paltarını sandığın içinə atdım. Dolabdakı paltarlar dağınıq idi. Çoxu askılardan yerə tökülmüşdü. Hamısını çıxardıb, öz paltarlarımı da çamadanlardan boşaldıb şkafı 2 yerə böldüm. Öz paltarlarımı bir tərəfə, o qəribə adamınkini bir tərəfə astım. Xırdaları da aynalı dolabın siyirmələrinə qoydum. İçi sadəcə kitablarla dolu ağır sandığı üzbəüz otağın bir küncünə sürdüm. Oranı da səliqə səhmana saldım. Hava qaralmışdı. 2 otaq artıq hazır idi. Bilirdim ki, nəyi hara qoymuşam. Yenə açmışdım. Əllərimi yuyub mətbəxə girdim. Burada da çox səliqəsiz idi. Amma səliqəyə salmağa halım yox idi. Suyu qaynatdım. Tez bir çay düzəltdim. Evdə çörək yox idi. Şirinlərin üstünə biraz pendir və yağ çəkib çayla yedim. Kitablara baxdım. Bəzilərinin qəribə adları var idi ki, anlamırdım. Bəziləri də hüquq kitabları idi. Qəribə adamın dərs kitabları. Bir neçə dənə də roman və şeir kitabları vardı. Səidin mənə verdiyi şeirlər kitabı yadıma düşdü. Balaca bir kitabı əlimə götürdüm. Firoğun Əsir adlı kitabı. Vay, bunun cəsarətinə bax. Bu qadın bütün hisslərini qələmə alıb, qorxmayıb. Oxuduqca mənə elə gəlirdi ki, bu sözləri özüm yazmışam. Bir neçə şeiri işarələdim. Birini uca səslə oxumağa başladım. Bir qəfil fürsət düşə əlimə. Bu zindandan uçub qaçam. Həbsxana nəzarətçisinin üzünə baxıb güləm və sənin yanında yeni həyata başlayam. Öz-özümə, utan, dedim. Saat onu keçmişdi ki, bir kitab götürüb çarpayıya doğru getdim. Çox yorğun idim. Kitabın adı Zibillik Milçəyi idi. Çox maraqlıydı. Əlimdən yerə qoya bilmirdim. Kitab mənə öz təkliyimdən və evdəki qəribə adamdan qorxmamağa kömək edirdi. Nə vaxt yuxuya getdiyimi bilmədim. Kitab əlimdən düşdü və çıraq yana-yana qaldı. Sabah günortaya yaxın oyandım. Ev hələ də dərin bir sükut və təkliyə bürünmüşdü. Öz-özümə dedim. Özgələrdən əziyyət görmədən yaşamaq nə gözəl imiş. Əl-üzümü yuyub çay dəmlədim. Yenə də həmin bayat şirnilərdən yedim. Fikirləşdim ki, bugün birinci gündür. Bütün dükanlar açıqdır. Əgər bu qəribə adam gəlməsə, özüm gedib biraz alış-veriş eləyərəm. Amma hansı pulla? Doğrudan o gəlməsə mən neyniyim? Yəqin bugün işə gedib. Axşam qayıdar inşallah. Gülməyim tutdu. İnşallah demişdim. Yəni mən onun qayıtmağını istəyirəm. Görəsən o mənim barəmdə nə düşünürdü? Qadınlar jurnalından oxuduğum bir dastan yadıma düşdü. Bir qızı mənim kimi zorla ərə vermişlər. Toy gecəsi ərinə demişdi ki, mən başqasını sevirəm. Səninlə ola bilmərəm. Kişi də ona əl vurmayacağına and içmişdi. Bir neçə aydan sonra qız kişinin gözəl, yaxşı adam olduğunu görmüş və sevgilisini unutmuşdu. Ərinə vurulmuşdu. Amma əri andını sındırmaq istəməmişdi və heç vaxt arvadına əl vurmamışdı. Yəni o da belə bir and içə bilərmi? Nə yaxşı. İçimdə ona qarşı heç bir hiss yox idi. Amma qayıtmağını istəyirdim. Birinci, bu təklikdən qurtulardım. Bir də ki, yaşamaq üçün pula ehtiyacım vardı. Üçüncüsü, atam evinə qayıtmağı heç istəmirdim. Radionu açıb ev işlərinə başladım. O günün çox hissəsi mətbəxdə keçdi. Neçə dənə dəmir qapılı dolab təmizlədim. İçinə qəzetlər sərib boş qabları və xırda xuruşu düzdüm. Neçə dənə naxışlı parça vardısa, hamısını götürüb qonaq otağının mebellərinin, radio qramofonun üstünə saldım. Səhifələri və kitabları da düzdüm. Biraz qramofonla əlləşdim, ancaq işə sala bilmədim. O yan bu yana baxdım. Ev dəyişmişdi, xoşuma gəldi. Həyətə baxdım. Ağaclar çox susuz və quru görünürdülər. Aşağı düşüb onlara su verdim. Həyəti və pillələri yudum. Hava qaranlıqlaşanda yorğun və tərləmiş halda işimi bitirdim. Yadıma düşdü ki, evdə hamam var. Baxmayaraq ki, su soyuq idi və mən neftlə olan qızdırıcını yandıra bilmirdim. Amma yenə də qənimət idi. Bütün tualeti yuyandan sonra soyuq su ilə duş aldım. Başımı tez yuyub bədənimə sabun çəkərək hamamdan çıxdım. Pərvin xanımın təzə tikdiyi güllü ev xalatını giyindim. Saçlarımı başımın arxasında yığdım. Aynada özümə baxdım. Çox dəyişmişdim. Daha uşaq değildim. Elə bil bu neçə gündə böyümüşdüm. Həyət qapısının səsi gələndə ürəyim döyündü. Pəncərənin kənarına getdim. Oğlanın atası, anası,
Balaca bacısı və nənəsi içəri girdilər. Bacısı nənəsinin qoltuğundan yapışıb çalışırdı ki, yuxarı qaldırsın. Atası qapısı bağlı otağa getdi ki, qıfıl açsın. Amma qəribə oğlanın anasının özünü tez evə çatdırmaq istədiyi hiss olunurdu. Qəlbimin döyüntüsü artdı. Əl-ayağım titrəyirdi. Qapını açdım və dərin bir nəfəs alıb salam verdim. Bəh, bəh, salam gəlin xanım, halın necədir? Kürəkən hardadır? Mən cavab verməmişdən qabaq özü səslədi. Həmid, Həmid hardasan? Rahat nəfəs aldım. Onlar bilmirlər ki, Həmid gedib və hələ qayıtmayıb. Yavaşca dedim. Evdə deyil. Hara gedib? Dedi dostlarına baş çəkməyə gedir. Qaynanın başını tərpətdi. Evin o yan bu yanına baxmağa başladı. Hər yerə baxdı. Bilmədim başını bulaması nə anlama gəlirdi. Elə bil tələbkar bir müəllim imtahan vərəqəmə baxırdı. Ürəyim döyünürdü. Onun nəsə deməyini gözləyirdim. Əlini naxışlı xalçaların qırağına çəkib soruşdu. Özün toxumsan? Yox, dedim. Yataq otağına girib paltar dolabının qapısını açdı. Dolabların səliqəliliyi özümün də xoşuna gəldi. Yenə başını tərpətdi. Mətbəxdəki dolabdan bir qab götürüb arxasını çevirib soruşdu. Məsuddandır? Bəli, dedim. Axır ki, baxıb qutardı. Zala qayıdıb çadrasını açdı. Mütəkkəyə söykəndi. Mən çay dəmlədim. Biraz da şirnidən qabı qoyub zala gətirdim. Qızım, gəl otur. Sağ ol, həzz aldım. Pərvin xanım dediyi kimi, həm gözəlsən, həm təmiz, həm də səliqəli. Yaxşıdır. 2 günün içində burada hər yeri qaydaya salmısan. Anan deyirdi ki, 1-2 gündən sonra gedək, köməkləşib evi təmizləyək. Amma lazım olmayacaq. Aydındır ki, yaxşı ev qadınısan. Rahat nəfəs alaram. Yaxşı, dedin Həmid hara gedib? Dostlarının yanına. Bax, qızım, qadının gərək qadınlığı ola. Gərək ərini ovcunda tutmağı bilə. Yaxşı yığışdır onu. Ağlını yığ başına. Mənim bu Həmid adlı gülümün tikanları da var. Tikanları da bu dostlarıdır. Gərək nəsə edəsən ki, onlardan ayrıla. Sən də gərək biləsən ki, onun dostları üzüyolu adamlar deyil. Hamı dedi ki, əgər evləndirsən, başı arvad uşağa qarışacaq və dostlardan əl çəkəcək. İndi bu, sənin boynuna düşür. Elə özünə tərəf çəkəsən ki, heç bilməyə günü necə keçir. 9 aydan sonra birinci uşağı. O biri 9 aydan sonra da ikinci uşağı qucağına verəsən. Xülasə, gərək ətrafını elə doldurasan ki, bu xəyaldan uzaqlaşa. Mən öz sözümü dedim. Qalanı sənlikdir. Elə bil gözlərimin qabağındakı pərdə düşdü. Yazıq qəribə oğlan. Onu da mənim kimi zorla kəbin süfrəsinə oturdublar. O da mənimlə yaşamağa hazır deyil. Bəlkə o da başqasını sevir. Amma əgər o sevirdirsə, niyə o qızı almayıblar? Bunlar axı oğlanlarına və onun istəklərinə çox boyun əyirlər. O ki, mənim kimi deyildi. Kiminsə ona elçi gəlməyini gözləmirdi ki. Kim istəsə ala bilərdi. Ata-anası da ki, onun ailə qurmağını arzulayırdılar. Sözünün üstünə söz deməzlər. Bəlkə də o evlənməyin əleyhinə idi. Bu yükün altına girmək istəmirdi. Amma niyə? Gör neçə yaşı var. Yəni sadəcə dostlarına görə. Anasının səsi məni fikrimdən ayırdı. Bu gün səbzi qovurma pişirmişəm. Həmid çox sevir. Ürəyimdən keçdi ki, o da yesin. Bir qabda sizə gətirdim. Sənin hələ səbzi seçmək sərişdən olmaz. Düyünüz ki var, təəccüblə çiyinlərimi çəkdim. O dedi, zirzəmidədir. Elə burada, aşağıda. Atası hər il özümüzə də düyü alır. Neçə kisə də nəniyə və Həmidə gətirir. Axşama bir kətə hazırla. Həmid dən olan düyünü sevmir. Kətə xoşlayır. Biz də sabah gecə gedəcəyimizə görə nənəni bura gətirdik. Yoxsa istəyirdik neçə gün saxlayaq. Çox əziyyətsiz xanımdır. Hərdən bir ona baş çək. Öz işlərini özü görür. Amma hərdən sən ona baş çəksən, yemək yaparsan, pis olmaz. Savabdır. Həmin vaxt Mənicə və atası da içəri girdilər. Mən qalxıb salam verdim. Atası mehribanlıqla güldü. Salam qızım, necəsən? Keyfin necədir? Pərvin xanım düz deyirdi. Çox gözəlsən. Bax, bir gündə nə ev eşiyi düzəldib. İndi görək bu oğlanın bəhanəsi nə olacaq? Mənicə də hər yerə baş çəkib dedi. Sənin nə qədər vaxtın var idi? Dünən yəqin yatmışdınız. Anan gilə əl öpməyə də getmişsiniz. Hara getməliydik?
Məyər toydan sonra əl öpməyə getməzlər? Getmədiniz? Yox, biz bilmirdik. Hamı güldü. Yaxşı. Bilirik ki, Həmidin bu rəsmiyyətdən başı çıxmır. Bu yazıq qız da hardan bilsin? İndi ki bilirsiniz, gərək gedəsiniz. Onlar gözləyirlər. Hə, sizə hədiyyə də verəcəklər. Yadındadır ana, Mənsurəgil bizə gələndə sən onda bəyə bir gözəl boyunbağı verdin. Hə, yadımdadır. Gəlin, Məkkədən nə istəyirsən? De gətirim. Utanma, de. Heç nə. Duvaq qapma da biz gələndən sonra olsun. Yenə də sən fikirləş. Əgər sabaha qədər nəsə istəsən de. Xanım, dur, deyəsən Həmid gəlməyəcək. Çox yorğunam. İnşallah Həmid sabah bizə baş çəkər. Bəlkə də hava limanına gəldi. Qızım, sağollaşma da qalsın sabaha. Məni qucaqlayıb öpdü. Kövrəlib dedi. Qızım, Həmidimi sənə tapşırıram. Sən Allah, ondan müğayət ol. Qoyma başına nəsə gəlsin. Mənicəyə də baş çəkin. Onlar gedəndən sonra rahat nəfəs aldım. Stəkanları, boşqabları yığışdırdım. Aşağıdan düyü gətirməyə getdim. Acılıqdan ürəyim gedirdi. Nənə məni çağırdı. Salam verdim. O da məni başdan ayağa süzüb dedi. Salam olsun o ay kimi üzünə. İnşallah, xoşbəxt olarsan. Qızım, bu oğlanın da əl-ayağını yığışdır. Bağışlayın, bu zirzəminin açarı sizdədir? Yox qızım, qapının üstündədir. Yemək pişirəcəm. Bərəkallah, düzəlt. Sizə də gətirərəm. Yox qızım, mən gecə yemək yemirəm. Amma sabah çörək alsanız, məni də alın. Gözüm üstə. Öz-özümə dedim. Əgər qəribə nəvən gəlməsə, mən necə çörək alacam? Kətə və səbzi qovurmanın iyi iştaham açdı. Axırıncı dəfə əməlli başlı yemək yediyim yadıma gəlmir. Saat 10-da yemək hazır oldu. Qəribə oğlandan xəbər çıxmadı. Gözləmək istəmirdim. Yeməyimi iştaha ilə yeyib qabları yudum. Qalan yemək 4 nəfərə çatardı. Soyuducuya qoydum. Bir kitab götürüb yatağa girdim. Son 3 gecədə birinci dəfə çox tez yuxuya getdim. Səhər saat 8-də oyandım. Yavaş-yavaş yatıb durmağım qaydaya düşürdü. Daha otaq mənə qəribə gəlmirdi. Biraz yatağımda o yan bu yana çevrildim. Sonra durdum. Yatağımı düzəldərək otaqdan çıxdım. Birdən yerimdə quruyub qaldım. Qəribə oğlan zalda mütəkkələrin qırağında, bir döşəkçənin üstündə yatmışdı. Biraz başının üstündə durdum. Dərin yuxuda idi. Əlini alnına və gözlərinin üstünə qoymuşdu. Uzun bığı dodaqlarının üstünü tutmuşdu. Qıvrım saçları çox səliqəsiz halda balışın üstünə tökülmüşdü. Uca boy, qaraşın adam idi. Öz-özümə dedim. Yəni bu mənim ənimdir. Onu küçədə görsəydim tanımazdım. Doğrudan necə qəribə idi. Səssizcə əl-üzümü yudum. Samavarı yandırdım. Amma çörək almalıydım. Nəhayət ağlıma bir fikir gəldi. Namaz çadramı başıma atdım. Yavaşca qapıdan çıxdım. Nənə hovuzdan su götürürdü. Salam verdi. Salam gəlin xanım. Tənbəl Həmid hələ yuxudan durmayıb? Yox, istəyirəm gedib çörək alım. Siz də yəqin ki, hələ səhər yeməyi yeməmsiz. Yox qızım, hələ tələsmirəm. Çörəkxana hardadır? Qapıdan çıxanda sağa dön. Küçənin başına çatanda da sola dönərsən. 100 addım da qabağa getsən, çörəkxananı görəcəksən. Biraz tərəddüd eləyib sonra dedim. Bağışlayın, sizdə xırda pul olmaz. İstəmirəm Həmid oyadam. Birdən çörəkxanada xırda olmaz. Bəli, içəridə taxçanın üstündə var. Get götür qızım. Mən evə qaydanda Həmid hələ yatırdı. Çay dəmlədim. Dönüb soyuducudan pendir çıxarırdım ki, onunla üzbəüz gəldim. Özümdən asılı olmayaraq, vay, dedim. O tez geri çəkildi. Yenə də əllərini təslim olmuş kimi qaldırıb dedi. Yox, sən Allah qorxma. Mən adam yiyənəm. Özümdən ümidimi üzdüm daha. Yəni bu qədər qorxuncam. Gülməyim tutdu. Mənim gülməyimi görəndə sakitləşdi. Əllərini qapının yuxarısından çəkib dedi. Elə bil bu gün halın yaxşıdır. Çox sağ ol. Bir neçə dəqiqədən sonra səhər yeməyi hazır olacaq. Bəh, səhər yeməyi. Buraları da təmizləmisən. Boş yeri anam demirdi ki, evdə qadın olsa, hər şey təmiz və yerində olacaq. Ancaq Allah eləsin, öz əşyalarımı tapa bilim. Mənim bu qədər səliqə səhmanı adətim yoxdur. Vannaya tərəf getdi. Bir neçə dəqiqədən sonra səsini eşitdim. Bax, hamam dəsmalı burada idi. Hara qoymuşsan? Qatladığım dəsmalı aparıb ona verdim. Hamam qapısından başını çıxarıb dedi. Doğrudan
Sənin adın nədir? Diksindim. O mənim adımı belə bilmir. Kəbin kəsəndə adımı bir neçə dəfə dedilər. O vaxt öz fikirlərinə nə qədər qapılıbmış ki, adımı da unutmuşdu. Sakitcə dedim. Məsumə. Aha, Məsumə. İndi mən sənə Məsumə deyim, ya Məsum? Fərqi yoxdur. Amma hamı mənə Məsum deyir. Üzümə baxıb dedi. Yaxşıdır, yaraşır. Tutuldum. O da, Səyid də mənə belə demişdi. Amma onun eşqi hara, bunun soyuqluğu hara. O deyirdi ki, gündə 1000 dəfə sənin adını təkrarlayıram. Gözlərim yaşardı. Mətbəxə döndüm. Səhər yeməyini zala aparıb süfrə açdım. Saçları yaş və daha buruq-buruq olmuş qəribə oğlan dəsmalı boynunun dalına salmış halda süfrəyə tərəf gəldi. Qara, mehriban, gülər gözləri vardı. Qorxmağa bir dəfəlik yadırğadım. Bəh, nə qəşəng səhər yeməyidir. Təzə çörəyimiz də var. Bu da arvad almağın gözəlliklərindəndir. Hiss elədim ki, bunu mənə xoş olsun deyə deyir. İstəyirdi ki, adımı unutduğuna görə üzrxahlıq etsin. Çayı qabağına qoydum. Bardaş qırıb oturduq. Pendiri çörəyin üstünə yaxıb dedi. Yaxşı, de görüm niyə məndən qorxursan? Mən qorxuluyam, ya o gecə otağına ər adı ilə gələn hər kəs qorxulu idi? Fərqi yoxdur. Hər kəs qorxulu idi. Ürəyimdə dedim ki, Səid olsaydı, heç qorxmazdım. Bəs niyə ərə gedirdin? Məcbur idim. Niyə? Ailəm belə düşündü ki, ərə getmək vaxtımdır. Amma sən çox gəncsən. Səncə vaxtı idi? Yox, mən dərs oxumaq istəyirdim. Yaxşı, bəs niyə oxumadın? Deyirdilər ki, qız 6 il oxusa bəsdir. Mən üzümə salıb bu qədər oxumuşam. Səni məcbur etdilər ki, kəbin süfrəsinin başında oturasan? Qoymadılar haqqın çatan məktəbə gedəsən? Bəli. Niyə müqavimət göstərmədin? Niyə qabaqlarından qaçdın? Niyə üsyan etmədin? Rəngi biraz qızarmışdı. Çılğınlıqla. Sən gərək zorla haqqını tələb eləyərdin. Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən. Heyrətlə ona baxdım. Mənə elə gəldi ki, o gerçəkdən çox uzaq düşüb. Gülməyim tutdu. Kinayə ilə gülüb dedim. Bəs siz niyə bu zorakılığa tabe oldunuz? Sakitləşdi. Təəccüblə mənə baxıb dedi. Kim? Məni deyirsən? Bəli. Sizi də zorla o kəbin süfrəsinə oturtdular. Bunu kim deyir? Bilirəm. Bu izdivacı arzuladığınızı deyə bilməzsiniz. Yazıq ananız siz arvad alasınız deyə nə qədər əziyyət çəkdi. Bunları anam deyib eləmi? Yaxşı, əlbəttə ki, düz deyib. Bilirsən, haqlısan. Mən də məcbur oldum. Zorakılıq həmişə kötək, dava, işgəncə ilə olmur. Bəzi vaxtlar da eşq, məhəbbətin köməkliyi ilə zorakılıq eləmək olur. Adamın əl-ayağını bağlayırlar. Amma o vaxt mən anamın ürəyi xoş olsun deyə evlənməyi qəbul edəndə fikirləşmişdim ki, hansısa qız belə şəraitdə mənimlə evlənə bilər. Bir müddət sakitcə yemək yedik. Sonra çay fincanını əlində tutub mütəkkəyə söykənərək dedi. Amma sən də çox zirəksən ha, xoşum gəldi. Başladı gülməyə. Mən də güldüm. Bilirsən niyə istəmirdim ki, evlənəm? Yox, niyə? Çünki ailəli adamın həyatı özünün deyil. Əl-ayağı bağlıdır. İdeallarını fikirləşə bilmir. Onların arxasınca gedə bilmir. Bir nəfər deyir ki, kişi arvad alanda dayanır. Uşaq dünyaya gələndə diz çökür. İkinci uşaq doğulanda səcdəyə gedir. Əlbəttə, adama xoş gəlir. Səhər yeməyim hazır olur, evim təmiz olur, bir adam paltarlarımı yuyur. Amma bunların hamısı insanın özünü çox sevməyini və kişi hakimiyyətini göstərir. Mən inanıram ki, qadına gərək bu cür baxmayasan. Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardır. Həmişə bir vasitə kimi istifadə olunublar və hələ də olunurlar. Sözləri kitab sözləri kimi idi. Mən bəzi sözləri, məsələn, istismarın mənasını yaxşı bilmirdim, amma çox xoşuma gəlirdi. Xüsusilə tarix boyu ən əziyyət çəkmiş insanlar qadınlardır. Cümləsi zehnimdə həkk olundu. Buna görə arvad almaq istəmirdiniz? Bəli, istəmirdim əl-ayağım bağlansın. Çünki bu ənənələrlə qurulmuş izdivaclarda iki tərəfin xasiyyətləri bir-biri ilə tutmaz. İndi əgər həm yoldaş olsaydıq, həm əqidəmiz bir olsaydı, başqa cür olardı. Yaxşı, niyə eyni əqidədə olduğunuz biri ilə ailə qurmadınız? Bizim qrupun qızları bu rahatlıqla ərə getmirlər. Onlar özlərini hədəflərinə həsr ediblər.
Anam da bizim uşaqlara nifrət edir. Deyirdi, əgər onların biri ilə evlənsən, özümü öldürərəm. Siz onlardan birini sevirdiniz? Nəyi sevirdim? Yox, elə deyildi. Mən bunu demək istəmirdim ki, birinə aşiq idim. Anam onu istəmədi. Yox, bizim aramızda belə şeylər yoxdur. Onlar israr edirdilər ki, mən evlənəm. Mən də bizim qrupdan bir qızla evlənmək istəyirdim ki, fəaliyyətimə mane olmasın və dava zad eləməsin. Amma anam fikrimi bildi və qoymadı. Sizin qrupdan? Yəni nə demək istəyirsiniz? Xüsusi bir qrup deyil. Hamı yığışıb dəyəri olan bir fəaliyyətlə məşğul olur. Bu işlər millətin xeyrinədir. Orada hər kəsin əqidəsi, hədəfləri var. Buna uyğun hərəkət edirlər. Sənin hədəfin nədir? Sən nə etmək istəyirsən? Əvvəl fikrim dərs oxumaq idi, indi bilmirəm. Olmaya ömrünün axırına qədər ev təmizləmək istəyirsən? Yox. Bəs nə? Əgər hədəfin dərs oxumaqdırsa, oxu. Niyə fikrinlə daşınırsan? Axı ərə gedən qızı məktəbə qoymurlar. Yəni sən bilmirsən ki, dərs oxumağın başqa yolları da var. Məsələn, hansı yol? Yaxşı, get gecə kurslarına. Fərdi imtahanlara gir. Adamın məktəbə getməyi mütləq deyil ki. Bunu bilirəm, amma sizin üçün problem olmayacaq. Yox, nə problem? Çox yaxşı olar. Mən də istəyirəm ki, arvadım təhsilli adam olsun. Bundan başqa, təhsil almaq sənin haqqındır. Mən kiməm ki, sənin bu haqqına mane olum? Sən dustaq deyilsən. Mən də dustaqxana nəzarətçisi. Mat qalmışdım. Bu sözləri gerçəkdən eşitməyimə inanmırdım. Bu necə adam idi? Bu vaxta qədər tanıdığım kişilərdən necə də fərqlənirdi? Hiss edirdim ki, həyatımda günəş kimi bir çıraq yanır. Dilim sevincdən tutulmuşdu. İxtiyarsız dedim. Doğru deyirsiz? Dərs oxumağa qoyarsınız? Onu gülmək tutmuşdu. Özündən razı halda dedi. Əlbəttə düz deyirəm. Bu sənin haqqındır. Heç kimə buna görə təşəkkür etmə. Adam düz olduğunu fikirləşdiyi hər şeyi etməlidir. Həyat yoldaşının vəzifəsi bu deyil ki, sənin işinə mane olsun. Əksinə, o sənin arxanda dayanmalıdır. Belə deyilmi? Başımı tərpədib onun sözlərini təsdiqlədim. Onun fikrini anlamışdım. Mən də gərək onun işlərinə mane olmayaydım. Bu razılıq həyatımızın yazılmamış qanunu oldu. O qanun ki, onun köməyi ilə mən öz haqlarıma sahib oldum. Amma bu haqların mənə köməyi olmadı. Həmin gün Həmid işə getmədi. Mən də niyəsini soruşmadım. Nahar yeməyinə onun ata-anasının evinə getdik. Axı gecə səfərə gedəcəkdilər. Paltar giyinəndə bir müddət otaqda tərəddüd içində qaldım. Bilmirdim nə geyim. Fikirləşdim. Həmişəki kimi yaylığıma bağlayım. Əgər nəsə desə, çadıra örtərəm. Otaqdan çıxanda Həmid yaylığıma baxıb dedi. Bu mütləq olmalıdır. Atam icazə verəndən yaylıq bağlamışam. Amma siz narahat olursunuzsa, çadıra örtərəm. Yox, bu da çoxdur. Əlbəttə, özünüz bilərsiniz. Necə istəyirsiniz geyinin. Bu sizin haqqınızdır. O gün uzun müddətdən sonra özümü yaxşı hiss edirdim. Hiss edirdim ki, arxam var. Bütün imkansız arzularım mümkün olmuşdu. Aramla onun yanında addımlayırdım. Danışırdıq. O daha çox danışırdı. Bəzən sözləri çox ədəbi olurdu. Elə bil bir müəllim şagirdə dəstəyirdi. Amma bu xoşuma gəlirdi. O doğrudan da savadlı idi. Mən təcrübə və təhsil cəhətdən onun şagirdi də ola bilməzdim. Onun danışığına vurulmuşdum. Evlərinə çatdıq. Hamı başımıza yığışdı. Böyük bacısı Münir və 2 oğlu ilə Təbrizdən gəlmişdi. Oğlanlar özlərini qəribə aparırdılar. Qaynayıb qarışmırdılar. Bir-birləri ilə türkcə danışırdılar. Münir xanım bacılarından fərqlənirdi. Onlardan çox böyük idi. Mənə görə bacıdan çox xalaya oxşayırdı. Həmidlə mehriban danışdığımızı görüb sevinirdilər. Həmid anası və bacıları ilə zarafat edirdi. Onlara atmaca atırdı. Hamısından maraqlı o idi ki, onları öpürdü. Məni gülmək tuturdu. Təəccüb edirdim. Bizim evdə kişilər qadınlarla çox danışmazlar belə. O ki qaldı zarafatlaşıb gülsünlər. Onların evlərindəki mühitdən xoşum gəldi. Ərdəşir, Mənsurənin oğlu iməkləyirdi. Çox şirin və sevimli idi. Uşaq özünü mənim qucağıma atdı. Güldüm. Həmidin anası dedi. Əlhəmdülillah. Gəlinimiz gülmək də bacarırmış. Biz indiyə qədər gülməyini görməmişdik. Mənsurə anasının sözünü təsdiqlədi. Özü də güləndə necə gözəlləşir. Yanaqlarındakı çökəyi də ona çox yaraşır. Allaha and olsun. Əgər mən sənin yerin olsaydım, həmişə gülərdim. Qızarıb başımı aşağı saldım. Mənsurə dedi. Qardaş, xoşuna gəldi? Gördün nə gözəl qız tapdıq? Həmid gülə-gülə dedi. Əlləriniz ağrımasın.
Mənicə qaşqabağını sallayıb dedi. Nədir? Elə bil adam görməmişsiniz. Görməmiş kimi davranırsınız. Bunu deyib otaqdan çıxdı. Anası dedi. Fikir verməyin. İndiyə kimi bu həmişə qardaşının əziz dürdanəsi idi. Ona görə belə qısqanır. Amma mən çox sevinirəm. Sizi bir yerdə gördüm, rahat oldum. Allaha min dəfə şükür. İndi Allahın evində nəzirlərimi arxayın verə bilərəm. Bu vaxt atası içəri girdi. Biz qalxıb salam verdik. Atası ikimizin də alnından öpdü. Mən qızardım. Yaxşı, gəlin xanım, keyfin necədir? Oğlum səni incitmir ki. Əgər incitsə, gəl özümə de. Qulağını elə çəkərəm ki, bir də cürət etməz. Zarafatca Həmidin qulağını çəkdi. Həmid gülüb dedi. Atacan, çəkmə. O qədər qulağımı çəkmisən ki, eşşək kimi uzun qulaq olmuşam. Sağollaşanda anası məni bir küncə çəkib dedi. Qızım, bax, ta qədimdən deyiblər. Pişiyi məscid qapısında öldürərlər. İndidən qabağında möhkəm dayan. Dava eləməklə yox, xoş rəftarla. Sən xanımsan axı. İşvəklə, nazla, xahişlə, xülasə. Qoyma gecələr evə gec gəlsin. Səhərlər də işə vaxtında göndər. Gərək dostlarının ayağını onun evindən kəsəsən. İnşallah, tez də uşağın olsun. Özü də bir-birinin ardınca. 2-3 uşağın olsa, onun daha belə şeylərə vaxtı qalmaz. Görüm sənin bacarığını. Qaydanda Həmid soruşdu. Anam nə deyirdi? Deyirdi səndən müğayət olum. Hə, bilirəm. Müğayət ol ki, mən dostlarımla görüşə bilməyim, hə? Sən ona nə dedin? Heç nə. Nə deyim? Gərək deyərdin ki, cəhənnəm məmuru deyiləm ki, həyatını zəhərə döndərim. Mən birinci gündən qaynanama necə belə sözlər deyə bilərəm ki? Aman bu qədim arvadların əlindən. İzdivacın əsl mənasını dərk etmirlər. Arvadı zəncir kimi kişinin əl-ayağını bağlamaq üçün alırlar. İzdivacın mənası əslində birgə hərəkət etmək, bir-birini anlamaq, bərabər hüquqa malik olmaqdır. Nədir? Sən başqa cür düşünürsən? Yox, siz haqlısınız. Ürəyimdə onun böyüklüyünə heyran qalmışdım. Geç çatdıq evə. O danışmadan balış və mələfəsini götürdü və öz yatacaq yerini düzəltməyə başladı. Əziyyət çəkirdim. Bilmirdim nə idim. Utanırdım. Mən çarpayda yatırdım. O isə narahat yerdə. Biraz o yan bu yana vurnuxub sonra dedim. Belə çox pisdir. Siz rahat yatmırsınız. Siz gəlin çarpayıya. Mən yerdə yataram. Yox, narahat olma. Mən hər yerdə yata bilərəm. Yataq otağına getdim. Fikirləşdim ki, biz nə vaxta qədər belə yaşayacağıq. Hisslərim qarışmışdı. Ona heç bir vurğunluq hissim yox idi. Lakin özümü ona borclu bilirdim. O məni ata evimdən qurtarmışdı. Mənim təhsilimə icazə verməklə ən böyük lütf etmişdi. Zala keçdim. Başının üstündə durub dedim. Lütfən qalx, gəl, yerində yat. Maraqlı, sorğulu və dərin bir baxışla bir neçə dəqiqə gözlərini mənə dikdi. Gülümsəyərək əlini mənə uzatdı. Mənim köməyimlə yerindən qalxdı və o gecədən əsl ərim oldu. Həmin gecə o yuxuya gedəndən sonra mən saatlarla ağladım. Evdə o baş bu başa gedib gəldim. Bilmirdim mənə nə olub. Özümü başa düşə bilmirdim. Bir neçə gündən sonra Pərvin xanım görüşümə gəldi. Həyəcanlı idi. Dedi, nə qədər gözlədik özün gələsən, gəlmədin. Gördüm ki, daha dözə bilmirəm, özüm gəldim. Görüm nə haldasan. Yaxşıyam, pis deyiləm. Danış görüm ərin necədir. Sənə əziyyət vermədi ki. Birinci gecə nə oldu? Səni ki o halda gördüm, dedim ürəyin tutacaq, öləcəksən. Düzdür, halım pis idi. O da bildi. Elə ki məni o cür gördü, evdən çıxdı. Getdi ki mən rahat yatım. Nə yaxşı adamdı. Allaha çox şükür. Bilirsən necə nigaran idim? Gördün necə mədəni kişidir. İndi sən qəssab əskərin arvadı olsaydın, Allah bilir başına nə gətirirdi. De görüm razısan? Hə, çox yaxşı oğlandı. Ailəsi də yaxşıdır. Əlhəmdülillah. Görürsən, sənin qabaqçı elçilərindən necə fərqlənirlər. Sənə borcluyam. İndi yavaş-yavaş mənə necə yaxşılıq etdiyini anlayıram. Yox, mən neynədim ki? Özün yaxşı idin ki, bunlar səni bəyəndilər. İndi çox şükür ki, rahatsan. Öz uğurun idi. Mən bədbəxtə bu uğur yox idi. Sənin ki, hacı ilə problemin yoxdur. Yazığın səninlə işi olmur axı. Hə, sən onu indi görürsən. İndi qocalıb, xəstələnib. Bilmirsən o vaxtlar necə qurdu idi. Birinci gecə necə mənə hücum eləmişdi. Titriyib ağladığıma görə nə qədər döyülmüşəm. O vaxtlar pullu idi. Hələ fikirləşirdi ki, uşağının olmamağı qadınlardandır.
Çox qadınlarla oturub dururdu. Allaha bəndə deyildi. Başıma elə bəlalar gətirirdi ki, deməli deyil. Elə ki qapının səsi gəlirdi, bilirdim ki o gəldi. Bədənim titrəyirdi. Mən də uşaq idim. Ondan çox qorxurdum. Amma əlhəmdülillah, elə ki müflis oldu. Bütün malını əldən verdi. Həkimlər də ona dedilər ki, problemin özündədir və heç vaxt uşağı ola bilməz. Elə bil üfürülmüş təkərə iynə batırdılar. Birdən 20 il qocaldı. Hamı onu buraxıb getdi. Mən də böyüyüb güclənmişdim. Dilim uzanmışdı. Qabağında dura bilirdim. Qorxurdu ki, mən də boşanıb gedərəm. Odur ki, indi işlərimə qarışmış. İndi atını çapmaq növbəsi mənimdir. Amma əlimdən aldığı cavanlığımı, sağlamlığımı nə edim? Onu heç qaytara bilmərəm. Araya sükut çöktü. Başını elə tərpətdi ki, elə bil keçmiş fikirləri özündən uzaqlaşdırmaq istəyir. Sonra dedi, doğrudan sən niyə atanın görməyə gəlmirsən? Niyə gəlim ki? Axı onlar sənin atan anandılar. Onlar məni evdən qovdular. Daha ora gəlmərəm. Belə danışma, günahdır. Onlar səni gözləyirlər. Yox, Pərvin xanım, gələ bilmərəm. Daha danışma. 3 həftədən çox idi ki, birlikdə yaşayırdıq. Bir gün səhər çağı qapının zəngi səsləndi. Təəccübləndim. Mənim heç kimim yoxdur ki, məni görməyə gəlsin. Qaçıb qapını açdım. Anamla Pərvin xanım qapı arxasında idilər. Dondum. Soyuq salam verdim. Pərvin xanım, salam xanım, bu qədər vaxtı getmisən, qulağının dalına da baxmırsan. Anan evdə qəm-qüssədən ağlayırdı. Dedim, gəl gedək. Özün gör ki, yaxşıdır. Anam, hardasan qız? Dedi. Nigarançılıqdan ölürəm. 3 həftədir gözümüz qapıya baxmaqdan quruyub. Səndən heç xəbər çıxmadı. Demədin, anam atam var. Bəzi ənənələr var axı. Hansı ənənələr? Dedim. Pərvin xanım başı ilə danışmamama işarə etdi. Vay, ay qız, adama bir buyur keç deyərlər. Yazıq anam bu istidə nə qədər yol gəlib. Olmaya bizi evinə buraxmayacaqsan. Yaxşı, buyurun. Anam pillələrdən yuxarı çıxa-çıxa deyindi. Toydan bir gün sonra it yatana qədər oturduq ki, kürəkənimiz bizi görməyə gələcək. Xəbər çıxmadı. Dedik, bəlkə sonraki gün gələrlər. Bəlkə cümə günü gələrlər. 3 həftə keçdi. Dedim, yəqin bu qız ölüb. Başına bəla gəlib. Adam atasının evindən gedə, arxasına da baxmaya. Belə şey olar. Elə bil ki, ata-ananın onun boynunda haqqı yoxdur. Dözə bilmədim. Bağırdım. Haqqınız var. Hansı haqq? Elə ki, qız olduğumu bildiniz, dünyaya gətirməyinizi peşman oldunuz. Mənə nə etmisiniz ki? Yalvardım ki, qoyun dərs oxuyum. Yalvardım ki, məni evləndirməyin. Neçə ay o evi mənə zindan etdiniz? Anam zar-zar ağlayırdı. Pərvin xanım dəhşət içində idi. Amma mən özümü saxlaya bilmirdim. Ağlım kəsəndən deyirsiniz ki, qız özgə malıdır. Sonra da zorla özgənin əlinə verdiniz. Məni başınızdan eləmək istəyirdiniz. Kimə verməyinizin də sizə fərqi yox idi. Məyər siz deyildiniz saçlarımdan yapışıb çarpayının altından sürüyən? Mən də getdim. Özünüz qovdunuz məni. Oldum özgə malı. İndi gəlməyimi gözləyirsiniz? Məsumə, bəsdir. Utan, bu nədir deyirsən? Nə də olsa atan anandılar. Zəhmət çəkiblər, səni böyüdüblər. Atan səni necə çox istəyir? Elə anan da. Mən şahidəm. Sən xəstə olanda bu arvad nələr çəkdi? Gecələr səhərə qədər başının üstündə göz yaşı tökürdü. Mən biraz sakitləşmişdim. Hiss edirdim ki, yüngülləşmişəm. Mənə çıban kimi əzab verən nifrət və kin bitmişdi. Anamın da göz yaşları yaramın üstünə məlhəm kimi idi. Ağrımı azaldırdı. Hə, olsun. Mən öz vəzifəmi yerinə getirəcəyəm. Əgər işiniz olsa görəcəyəm. İstəmirəm ki, sizə borclu olum. Amma məndən başıma gətirdiklərinizi unutmağımı istəməyin. Anam ağlamağını kəsdi. Dedi, get bıçaq gətir. Sənin saçlarını yolan əlimi kəs. Allaha and olsun ki, belə daha rahat olaram. Az ağrı çəkərəm. Gündə 100 dəfə özümə deyirəm, əlin sını idi. Necə əlin gəldi, o yazıq uşağı belə vurasan? Amma bilirsən, əgər bu işi görməsəydim, qardaşların səni qeymə-qeymə doğrayacaqdılar. Bir tərəfdən də o həftə atanın ürəyi ağrıyırdı. Dava dərmanla ayağa durmuşdu. Rəngi ruyu qalmamışdı. Qorxurdum ki, infarkt keçirə. Yəni siz mənim ərə getməyimi istəmirdiniz? Niyə istəmirdim? Gündə 100.000 dəfə istəyirdim ki, bir yaxşı adam tapıla, sənin əlindən tuta. Güya mən görmürdüm ki, sən o zindanda günbəgün saralıb solurdun.
Baxanda ürəyim parça-parça olurdu. O qədər nəzir demişdim ki, sənə bir yaxşı ər tapılsın, xilas olasan. Sənin dərdin məni öldürürdü. Ürəyimin buzu əriyirdi. Dedim, yaxşı, ağlamayın. Qalxıb şərbət gətirdim. Pərvin xanım söhbəti dəyişmək istədi. Bəh, nə səliqə səhmanlı evdi. Doğrudan avadanlıqlardan xoşun gəldi, onları mən seçib almışam. Anam dedi, düzdür, Pərvin xanım çox əziyyət çəkib. Siz Allah elə deməyin. İndiyə kimi belə alış-veriş etməmişdim. Atan sənin xətrini çox istəyir. Əhməd tez-tez mənimlə dava edirdi ki, niyə atama bu qədər xərc etdirirsən? Lakin onun ürəyi istəyirdi. Deyirdi, istəyirəm abırlı olsun. Ərinin tayfası yanında başı aşağı olmasın. 2 gün sonra başına vurmasınlar ki, cehizin yox idi. Anam hönkürtü ilə dedi, atan səni gözləyir. Ah çəkdim. Yaxşı, indi halı necədir? Nə deyim qızım? Yaxşı deyil. Anam ləçəyinin ucları ilə gözlərini sildi. Məni görmək istəməsən, eybi yoxdur. Amma atan qəm-qüssədən solur. Evdə daha heç kimlə danışmır. Yenə də başlayıb siqaret çəkməyə. Özü də bir-birinin dalınca. Davamlı da öskürür. Qorxuram başına bir bəla gələr. Ona görə də evə bir baş çək. Qorxuram sonra görməyəsən. Peşman olasan. Yaxşı, bu həftə içində gələrəm. Görüm Həmidin nə vaxtı var. Əgər vaxtı olmazsa, özüm tək gələrəm. Yox, belə olmaz. Gərək ərindən icazə alasan. İstəmirəm ki, o narahat olsun. Yox, narahat olmaz. Fikriniz rahat olsun. Özüm düzəldərəm. Həmid bir daha məni başı saldı ki, ailəmlə gediş-gəlişə nə vaxtı, nə də hövsələsi var. İsrarla mənə dedi ki, özüm müstəqil yaşayım. Avtobusların yollarını, nömrələrini, taksilərin yaxşı getdiyi yolları mənə öyrətdi. Bir neçə gün sonra, iyul ayının axırında Həmidin evə gəlməyəcəyini bildiyim bir axşam geyinib onlara getdim. Maraqlı idi. Bu ev tezliklə onların evi olmuşdu. Daha mənim evim deyildi. Birinci dəfə idi ki, evdən tək çıxırdım. Avtobusla uzun yol getdim. Biraz həyəcanlı olsam da, azadlığımdan xoşum gəlirdi. Özümü şəxsiyyət kimi hiss edirdim. Öz məhəlləmizə çatanda çox həyəcanlı idim. Səidi fikirləşmək ürəyimi sıxırdı. Pərvanəgilin evlərinin qabağından keçəndə daha çox darıxdım. Küçənin ortasında ağlamaqdan qorxaraq addımlarımı yeyinlətdim. Amma evə yaxınlaşanda ayaqlarım süsləşdi. O məhəllənin adamları ilə üzləşmək istəmirdim. Hamıdan utanırdım. Fatimə məni görəndə qucağıma atılıb zar-zar ağladı. Kövrəldim. Əli yerindən tərpənmədi. Fatimənin üstünə qışqırıb dedi, ulama, get corablarımı gətir. Əhməd axşam çağı gəldi. Keyfli idi. Gic-gic mənə baxdı. Mahmud dodağının altında salamımı alıb pillələri yuxarı qalxdı. Anama dedim. Ana, gördün? Mən gərək buraya gəlməyəydim. İldə bir dəfə də gəlsəm, bunlar narahat olacaqlar. Yox, sən fikir vermə. Mahmudun narahatlığı başqadır. Bir həftədə heç kimlə danışmır. Niyə? Nə olub ki? Xəbərin yoxdur. Keçən həftə geyinib keçindik. Şirini zad alıb quma. Bibinin evinə getdik ki, məhbubəni istəyək. Nə oldu? Heç. Məlum oldu ki, qismət deyilmiş. Ondan qabaqçı həftə məhbubənin elçiliyi olubmuş. Bizi də sənin toyuna onları dəvət etmədiyimizə görə çağırmamışdılar. Əlbəttə yaxşı oldu. Mən əvvəldən bu toya razı deyildim. Kürəkənləri müasir adamdır. Çoxlu malı sərvəti var. Yazıq Mahmuda bıçaq vursaydın qanı çıxmazdı. Elə qorxurdum ki, başına bir bəla gələr. Anası atmacatdı bizə. İnşallah, məhbubəyə 7 gecə gündüz toy edəcəyik. Hər yerə çıraq taxacaq. Adam gərək qızını iftixarla ərə verə. Atam gələndə otaqdaydım. Divarın qırağında dayandım ki, məni görməsin. Otaq da qaranlıq idi. Atam bir əlini qapıya dayayıb, bir ayağını o biri dizinin üstünə qoyaraq, ayaqqabısının bəndini açmağa başladı. Yavaş səslə, salam, dedim. Yarıqaranlıq otaqda səsin sahibini axtardı. Qabağa gəldim. Bir neçə dəqiqə mehribanca gülümsəyərək mənə baxdı. Sonra özünə gəldi. Yenə ayağını dizinin üstünə qoyub bağı açmağa başladı. Hündürdən, nə əcəb bizi yada saldın, dedi. Həmişə mənim yadımdasınız, dedim. Başını tərpətdi. Ev ayaqqabılarını geyindi. Dəsmalını əlinə uzatdım. Gözləri doldu. Kədərli-kədərli mənə baxıb dedi. Fikirləşmirdim bu qədər vəfasız olarsan. Boğazım tutuldu. Bu onun ən sevgi dolu sözü idi.
Yemək vaxtı hər şeyi mənim qabağıma qoyurdu. Tez-tez danışırdı. Heç vaxt bu qədər çox danışan görməmişdim onu. Mahmud gecə süfrə başına gəlmədi. Atam soruşdu. Yaxşı, de görüm ərinə şam nahar nə verirsən? Bişirə bilirsən? Eşitmişəm ərin əlindən şikayət eləmək istəyir. Kim? Həmid? O yazıq heç vaxt yeməkdən şikayət etməz. Qabağına nə qoysam yeyər. Hələ mənə deyir ki, vaxtını yemək pişirməyə sərf eləmə. Bəs neynəməlisən? Deyir, təhsilinə davam elə. Ortalığa sükut çöktü. Hamı təəccüblə mənə baxırdı. Atamın gözlərində bir şey işıldadı. Anam dedi, bəs ev eşiyi necə olacaq? Buna nə var ki? Hamısını çatdıra bilərəm. Həmid deyir, nahar, şam, ev işi, bunların heç biri mühüm deyil. Sən gərək sevdiyin işləri görəsən. Xüsusilə dərs oxuyasan. Bu çox vacibdir. Əli dedi, sevinmə bala, səni daha məktəbə buraxmazlar. Niyə? Getmişəm, danışmışam. Gecə kurslarına gedəcəm. Atam sevincək dedi, Allaha çox şükür. Anam təəccüblə ona baxdı. Sonra məndən soruşdu. Sənin kitabların hardadır? Hamısını yığışdırıb göy çantada zirzəmiyə qoymuşam. Əli, qalx onları gətir. Mənə nə? Öz əl-ayağın yoxdur. Atam indiyə qədər görünməyən əsəbiliklə ona tərəf çevrildi. Əlinin ağzına şillə vuracaqmış kimi əllərini yuxarı qaldırdı. Sakit, xanım bacımla bir də belə danışdığını görməyim. Ağzına elə vuraram ki, dişlərin hamısı ağzına tökülər. Hamımız mat-məətəl atama baxırdıq. Əli əzilmiş və incimiş halda ayağa durub qapıya tərəf getdi. Fatimə özünü mənə sıxıb dodağının altında güldü. Sağollaşanda atam heç kim eşitməsin deyə sakitcə. Gələn dəfə nə vaxt gələcəksən? Kursa getmək üçün gecikmişdim. Payız kurslarına yazıldım. Səbirsizliklə dərslərin başlanmağını gözləyirdim. Bu müddətdə çoxlu vaxtım oldu. Evdəki kitabları oxudum. Romanlardan başladım. Sonra şeir kitablarını diqqətlə oxudum. Növbə fəlsəfə kitablarına çatdı. Çox çətin və yorucu idi bu kitablar. Nəhayət axırda məcbur oldum Həmidin dərs kitablarını da oxuyam. Kitab oxumaq çox maraqlı idi. Vaxtım keçirdi. Həmid demək olar ki, gecələr evə gəlmirdi. Bəzən günlərlə tapılmırdı. Əvvəllər yemək pişirib, süfrə hazırlayıb onu gözləyirdim. Dəfələrlə süfrənin qırağında yuxuya gedirdim. Amma yenə də bunu təkrarlayırdım. Tək yemək yeməyə nifrət edirdim. Bir dəfə gecə yarısı evə gəldi. Süfrənin qırağında mənim yuxulamağımı görüb əsəbləşdi. Sənin yemək pişirməkdən başqa işin yoxdur. Onun əsəbləşməyindən və rəftarından dilxor oldum. Səhər o mənə uzun bir nitq söylədi və axırda dedi. Çalış savadsız və köhnə arvadların adalarından əl çək. Məni də eşq məhəbbət zənciri ilə bağlayacağını düşünmə. Mən incimiş və əsəbi səslə dedim. Mənim heç belə bir məqsədim də yox idi. Amma axşamlar təklikdən yoruluram. Tək yemək də yeyə bilmirəm. Sonra da fikirləşdim ki, sən günorta yemirsən. Harda olduğun da məlum deyil. Heç olmasa gecə yaxşı bir şey yeyəsən. Bəlkə də bilərəkdən eləmirsən, amma belə şeylərin hədəfi kişini bağlamaqdır. Yox, mən sənin əl-ayağını bağlamaq istəmirəm. Amma fikirləşirdim ki, axı biz ər-arvadıq. Düzdür, sevgili deyilik, amma düşmən də deyilik. İstəyirdim səninlə danışım, səndən nəsə öyrənim. Öz səsimdən başqa bir səs eşitdim. Sən də heç olmasa ev yeməyi yeyəsən. Həm də ananın israrı idi bu. Nigaran idi ki, sənin günlərlə dilinə isti yemək dəymir. Gördün, bilirdim ki, anamın sənə təsiri var. Bilirəm, bunlar sənin təqsirin deyil. Anamın təlimatlarıdır. Yoxsa sən birinci gündən qətləşdirmişdin ki, heç vaxt mənə mane olmayacaqsan. Anama denən, nigaran olmasın. Bizim hər gecə iclasımız olanda yoldaşların biri yeməyin məsuliyyətini boynuna alır. Çox da yaxşı yeməklər düzəldir. Bu danışıqdan sonra daha gecələr onu gözləmədim. Onun həyatı görünməyən dostlarından ibarət idi. Həmin ortamın necə olması barədə heç bir təsəvvürüm yox idi. Bilmirdim dostları kimdilər, necə fikirləşirlər, hardandılar. Bu qədər fəxr etdiyi idealları nədən ibarətdir? Ancaq bunu bilirdim ki, Həmidin üstündə onların təsiri məndən, ailəsindən 100 dəfə çoxdur. Dərslərim başlayanda həyatım nizama düşdü. Vaxtımın çoxu dərs oxumaqla keçirdi. Amma təklik və həyatımın boşluğu, sükut və soyuq məni incidirdi. Bizim həyatımız müharibəsiz, davasız, əziyyətsiz, nəhayət həyəcansız keçirdi. Mənim tək əyləncəm həftənin son günləri Həmidlə onun anasının evinə getmək idi. Yavaş-yavaş başa düşdüm ki,
Başımı bağlamağımdan xoşu gəlmiş. Bunu da tərk etdim ki, bəlkə məni də özü ilə getdiyi məclislərə aparsın. Amma onun dostları qoymurdular. Həmidin isə dostlarına olan həssaslığı mənə qarşı olduğundan çox idi. Mənim tək həmsöhbətim Həmidin qoca nənəsi idi. Onun yeməyini verirdim, qayğısını çəkirdim. Çox sakit və mehriban qadın idi. Amma qulaqları ağır eşidirdi. Qulaqları eşitmirdi, amma elə davranırdı ki, elə bil gözləri də görmürdü. Halı yaxşı olanda məni keçmişdən danışırdı. Yaxşı kişi olan ərindən, hacağadan bəhs eləyirdi. O öləndən sonra nənənin ürəyi buz bağlamışdı. Yayda da üşüyürdü. Uşaqları ona az baş çəkirdilər. Hamısı öz işində gücündə idi. Həmidin atasının dəcəlliklərindən danışırdı. Qaynatam onun ən sevimli və böyük uşağı idi. Gah da elə adamlardan danışırdı ki, onların çoxu ölmüşdü. Belə görürdüm ki, nənə özü bir vaxtlar xoşbəxt qadın imiş. Amma indi o xoşbəxtlikdən heç bir iz qalmamışdı. İndi o təkcə ölümü gözləyirdi. Əslində nənə o qədər də qoca deyildi. Təəccüblü bu idi ki, qalanları da ondan ölümünü gözləyirdilər. Dildə deməsələr, sayıqda qüsur eləməsələr də, hiss olunurdu ki, hamı onun ölümünü gözləyir. Mən arada keçmişi xatırlayırdım. Nənəyə Pərvanədən ötürü nə qədər darıxdığımı deyirdim. Bir gün Pərvanəni axtarmaq qərarına gəldim. Pərvin xanımdan kömək istəməliydim. Bir gün anamgilə gedəndə Pərvin xanım da orada idi. Ondan xahiş etdim ki, tanışlarından soruşsun, onun ünvanını mənə tapsın. Özüm o məhəllənin adamları ilə söhbət eləməyə utanırdım. Fikirləşirdim ki, onlar mənə başqa gözlə baxırlar. Pərvin xanım çox axtardı. Amma heç kimin Pərvanigildən xəbəri yox idi. Ya da qəsdən onların ünvanını Pərvin xanıma vermirdilər. Bilirdilər ki, Əhmədlə onun arasında nəsə var. Hətta qonşulardan biri demişdi ki, nədir, onların da evinə əli bıçaqlı adam göndərərsiniz. Bir gün sənədlərimi məktəbdən almaq üçün ora gedəndə bildim ki, Pərvanə bütün sənədlərini götürüb gedib. Ədəbiyyat müəllimimiz məni görəndə sevindi. Təhsilimi davam etdirəcəyimi biləndə çox sevindi. Qışın ilk soyuq günlərinin birində bikarçılıqdan darıxırdım ki, Həmid evə çox tez gəldi. Mənə onunla birlikdə şam eləmək şərəfini verdi. Bilmirdim sevindiyimdən nə idim. Xoşbəxtlikdən o gün səhər anam məni görməyə gəlmişdi. Ağ balıq gətirmişdi. Həmidin şam yeməyində evdə olacağını biləndə başladım səbzi plov pişirməyə. Birinci dəfə üçün pis olmadı. Bütün bacarığımı işə salmışdım axı. Qızarmış balığın iyi Həmidi iştahaya gətirmişdi. Mətbəxdə dövrəmdə dolanıb hər şeyi barmaqlayırdı. Mən də ürəyimdə gülə-gülə onunla dava edirdim. Əvvəl nənənin payını verdim. Həmid apardı. Sonra evdə nə vardısa süfrəyə düzdüm. Elə bil evimizdə, həm də ürəyimdə ziyafət məclisi qurulmuşdu. Məni xoşbəxt etmək əslində o qədər asan idi ki. Həmid tez əllərini yuyub gəldi. Səbzini gərək əllə yeyəsən. Demək ki, əllə yemək olmaz. Balıqların sümüklərini çıxarmağa başladı. Özümdən asılı olmadan dedim, nə yaxşı gecədir. Sən olmasaydın, qaranlıq, soyuq gecədə dəli olardım. O biraz susandan sonra dedi, öz vaxtından yaxşı istifadə elə, dərslərim var. Evdə bu qədər kitabım var, oxu. Sən yaşda olanda mən arzulayırdım ki, vaxtım olsun, oturub bu kitabları oxuyum. Kitab qalmayıb ki, oxuyum. Hamısını oxumuşam. Ciddi deyirsən, hansını oxumsan? Hamısını, hətta sənin dərs kitablarını da. Zarafat eləmə. Nəsə qanmısan onlardan? Bəzilərindən çox şey başa düşmədim. İstəyirdim anlamadığım şeyləri səndən soruşum. Romanlar da oxudun? Hə, çox maraqlıdır. Çox vaxt oxuyanda ağlayıram. Nə qədər kədərlidir çoxu. İnsanların başına elə şeylər gəlir ki. Bunlar həyatın gerçəkləridir. Hökumət sistemləri yazıq milləti istismar etməklə, öz qüdrət və sərmayələrini çoxaltmaqla, onların zəhmətlərinin mənfəətini öz ciblərinə doldurur. Bu ədalətsizliyin ucbatından xalqlar əziyyət çəkir. Çox ağırlıdır. Bəs biz nə etməliyik? Mübarizə aparmalıyıq. Hər kəsin borcudur bu zülmün qarşısını almaq. Hər azad insan ədalətsizliklə mübarizə aparmalıdır. Ta bu sistem yıxılana qədər. Bu tarixin haqq hesabıdır. Dünyanın bütün sistemini çəkmiş insanlarla birlik olub bu ədalətsizlikləri aradan qaldıracaqlar. Biz gərək bu qiyamdan kənarda qalmayaq. Onun sözlərinə mat qalmışdım. O danışdıqca elə bil kitab oxuyurdum. İxtiyarsız dedim. Əgər mən ayağa qalxsam,
Sən ayağa qalxsan, hamı qalxacaq. Əgər sən də otursan, mən də hərəkətsiz qalsam, onda kim qalxacaq? Kim düşmənlə döyüşəcək? Bərəkallah, sağ ol. Bəzi şeyləri sən də bilirsən. Bəzən elə sözlər danışırsan ki, sənin yaşınla, savadınla bir gəlmiş. Elə bir səni də yola gətirmək olar. Bilmirdim ki, onun bu sözlərini tərif, yoxsa təhqir kimi qəbul edim. Hər halda istəmirdim ki, bu gecəni körləyəm. Üzünə vurmadım. Yeməkdən sonra Həmid mütəkkəyə söykənib dedi. Doğrudan çox dadlıdır. Çoxdan idi belə yaxşı yemək yeməmişdim. Yazıq uşaqlar. Görəsən bu gecə nə yeyiblər? Yəqin həmişəki kimi pendir çörək. Onun üzü gülərliyindən istifadə edərək dedim. Niyə bir gecə dostlarını evə yeməyə dəvət etmirsən? Fikirli-fikirli mənə baxdı. Nəsə düşündü. Amma qaşqabaq tökmədi. Özümü ələ alıb dedim. Demirdin ki, hər gecə biriniz yemək işini öz boynunuza götürürsünüz? Bir gecə də sən götür öz boynuna. Qoy uşaqlar da yaxşı yemək yesinlər. Yaxşı olar. Şəhrizad da neçə vaxtı səni görmək istəyirdi. Şəhrizad? Hə, yaxşı dostlardan biridir. Savadlı, etiqadlıdır. Belə şeyləri də bizdən yaxşı anlayır. Qızdır? Əlbəttə, adı Şəhrizad deyirəm. Məyər Şəhrizad oğlan ola bilər? Yox, yəni onu soruşuram ki, evlənib ya subaydı? Hə, sənin də belə danışmağın olmaya. Bəli, evlənib, yəni məcbur idi. Çünki ailəsinin nəzarətindən çıxmalı idi. Bəs onun yoldaşı arvadının sizinlə yoldaşlıq eləməyindən incimir? Kim? Mehdi? Yox canım, o özü də bizdəndir. Onların izdivacları quraşdırma idi. Özümüz belə qərara gəldik. Çünki belə olanda işimiz asanlaşırdı. Hiss eləyirdim ki, belə qəribə bir məsələdə də gərək artıq əski sual verməyim. O birinci dəfə idi ki, öz dostlarından, qruplarından danışırdı. Şəhrizadı görməyi çox istəyərdim. Sən Allah, bir dəfə elə et, o bizə gəlsin. Gərək bu barədə fikirləşəm. Uşaqlarla məşvərət eləyəm. Görüm nə deyirlər. Bu səadət mənə 2 həftədən sonra nəsib oldu. Qərara gəlmişdilər ki, şənbə günü yığışıb bizə gəlsinlər. Bütün həftə özümü oda közə vurdum. Qapıları, şüşələri, pərdələri yudum. Neçə dəfə mebellərin yerini dəyişdim. Yemək masamız yox idi. Həmid dedi ki, onlara masa lazım deyil. Yerdə süfrə salarıq bəsləridir. Hamı yerləşər. Rahat olarıq. 12 nəfər yaxın dostunu dəvət etmişdi. Bilmirdim hansı yeməkləri bişirim. Çox həyəcanlıydım. Bir neçə dəfə Həmiddən soruşdum. O dedi ki, vacib deyil. Dedim ki, mənə vacibdir. Onların hansı yeməkləri xoşladığını bilmək istəyirəm. Həmid, mən nə bilim, dedi. Hərə bir şey xoşlayır. Sən hamısını bişirməyə məcbur deyilsən axı. Yaxşı, Şəhrizad nə xoşlayır, onu de. Səbzi qovurma. Amma Mehdi qiymədən ötürü ölür. Əkbərə sənin pişirdiyin səbzi balıqdan danışmışam. Hələ də həsrətini çəkir. Soyuq axşamlarda hamının könlünə aş düşür. Bir sözlə, o qədər şey var ki. Amma sən özünə çətinə salma. Nə rahatdırsa onu pişir. Çərşənbə axşamından alış-verişə başladım. Hava soyuq idi. Asta-asta qar da yağırdı. Ehtiyatla yeriyirdim ki, yerə yıxılsam, başıma bir iş gəlsə, qonaqlığımız pozular. Elə bazarlıq eləmişdim ki, heç vaxt səsi çıxmayan nənə də etiraz elədi. Qızım, elə bazarlıq eləmisən ki, elə bir 7 mahalı qonaq çağıracaqsan. Cümə axşamı yeməklərdən bəzilərini pişirdim. Həmidin ata-anasının evindən qayıdan günü də başqa yeməklərə başladım. O qədər yemək pişirmişdim ki, onları qızdırmaq səhərdən günortaya qədər zaman alardı. Sabaha sadəcə düyülərimi dəmləməyə qalmışdı. Xoşbəxtlikdən hava sərin idi. Mən də rahatca yeməkləri eyvana düşmüşdüm. Axşam Həmid getdi. Gedəndə mənə dedi. Əgər işim çox olsa, gecə evə gəlməyəcəm. Sabah günortaya yaxın uşaqlarla birlikdə gələrəm. Səhər tezdən yuxudan durdum. Hər yerin tozunu alıb düyüləri dəmlədim. İşlərim bitəndən sonra tezcə duşa girdim. Saçlarımı burdum. Ən gözəl sarı paltarımı giyindim. Dodaqlarıma pomada çəkdim. İstəyirdim heç qüsurum olmasın ki, Həmid məni onlara təqdim etməkdən utanmasın. İstəyirdim nigahdan kənar uşaq kimi evdə gizlətməsin. Onun dostları məni öz qruplarının içinə girməyə layiq görsünlər. Saat 12-də qapının zəngi çalındı. Ürəyim üzüldü. Bu zəng məni xəbər etməkdən ötürü idi. Yoxsa Həmidin öz açarı vardı. Tələsik önlüyümü açıb onları qarşılamağa qaçdım. Sazaq vardı. Amma mən hiss eləmirdim.
Pillələrin yuxarısında Həmid onların hamısını mənə təqdim elədi. 4-ü qadın, qalanı kişi idi. Təqribən hamısı bir yaşlı idilər. Evdə onların paltolarını aldım. Maraqla qadınlara baxdım. Kişilərdən çox fərqlənmirdilər. Hamısı şalvar giyinmişdi. Gen, köhnə poliverləri də onlara yaraşmırdı. Saçları çox qısa idi. Arxadan baxsaydın, kişilərlə səhv salardın. Heç birinin bəzəyi yox idi. Şəhrizaddan başqa heç biri mənə ciddi yanaşmadı. Baxmayaraq ki, hamısı ədəbli və təvazökar görünürdü. Şəhrizad yeganə adam idi ki, məni öpüb başdan ayağa süzdü. Bəh, nə gözəl xanımın var, Həmid. Deməmişdin ki, xanımın bu qədər gözəl geyinəndir. Hamı dönüb diqqətlə mənə baxdı. Bir neçəsinin üzündə görünməyən bir gülüş və məsxərə hiss elədim. Heç bir xoşagəlməz söz demədilər. Amma bilmirəm, rəftarlarında nə vardı ki, mən qızarıb utandım. Bəlkə Həmid də utandı. Çalışdı sözü dəyişsin, dedi. Bəsdir, girin otağa, çay çək. Bəziləri divanda, qalanları yerdə oturdu. Təqribən yarısı siqaret çəkirdi. Həmid tələsik dedi. Evdəki külqabların hamısını ver. Mətbəxə keçib külqabları gətirdim. Həmidə verdim. Ələyxan bir-birinə dolaşa-dolaşa çay tökməyə başladım. Həmid təzədən mətbəxə girib hirslə dedi. Özünü nə günə qoymusan? Neynəmişəm ki? Bu nə paltarda giyinmisən? Kuklalara oxşayırsan. Get sadə bir şey giyin. Üzünü də yu. Sadəcə dodağıma boya çəkmişəm. Bilmirəm neynəmsən. Amma elə et ki, bərbəzəyin gözə dəyməsin. Kömür sürtüm üzümə? Sürt. Gözlərim doldu. Heç vaxt bilmirdim onun nəzərində nə pisdir, nə yaxşı. Qəfildən yorğunluq hiss elədim. Bütün həftənin yorğunluğunu indi hiss eləyirdim. Məhəl qoymadığım soyuq dəymə indi hiddətləndi. Başım gicələndi. Otaqdan səs gəldi. Çay harda qaldı? Çayları süzdüm. Həmid stəkanları otağa apardı. Mən yataq otağına girib paltarlarımı çıxartdım. Bir müddət çarpayda oturdum. Uzun bir ətək, köhnə kofta giyindim. Saçlarımı başımın arxasına yığdım. Bir tikə pambıqla dodağımda qalan pamadanı sildim. Çalışdım boğazımda qalan qəhəri udum. Qorxurdum. Gözüm aynaya sataşsa ağlayacaqdım. Çalışdım fikrimi cəmliyim. Yadıma düşdü ki, düyünün yağını tökməmişəm. Otaqdan çıxdım. Qızların biri ilə üz-üzə gəldik. Məni görəndə qız dedi. Dekorunu niyə dəyişdin? Hamı otaqdan başını çıxardıb mənə baxdı. Qulaqlarıma kimi qızarmışdım. Həmid də mətbəxdən başını çıxardıb dedi. Belə daha rahatdır. Mətbəxdə xeyli əlləşdim. Heç kimin mənlə işi yox idi. Saat 2-də süfrə açıldı. Bütün yeməklər hazır idi. Qonaq otağının qapısını bağlamışdım ki, zalda süfrəni yaxşı düzəldə bilim. Uca səslə danışdıqlarını eşidirdim. Sözlərinin yarısını anlaya bilmirdim. Elə bil başqa dildə danışırdılar. Bir müddət dialektika deyilən şeydən danışdılar. Xalq, tuğda kəlmələrini durmadan işlədirdilər. Bilmirəm niyə millət demirdilər. Nəhayət nahar hazır oldu. Belim bərk ağrıyırdı. Boğazım yanırdı. Həmid süfrəyə baxıb hamını yeməyə dəvət etdi. Hamı yeməklərin iyindən, rəngindən və neçə növ olmağından təəccüblənmişdi. İştaha ilə yeməyə başladılar. Tez-tez məni tərifləyirdilər və bir-birlərinə yemək sifariş edirdilər. Şəhrizad mənim bu qədər zəhmət çəkməyimdən narahat olmuşdu. Yorulmayasan, doğrudan çox zəhmət çəkmisən. Biz bir pendir çörəklə də doyardıq. Kişilərin biri dedi, pendir çörəyi həmişə yeyirik. İndi bir dəfə də gəldik bu burjuanın evinə. Görək o nə yeyir? Hamı güldü. Fikirləşdim ki, deyəsən Həmidin bu sözdən xoşu gəlmədi. Yeməkdən sonra hamı qonaq otağına qayıtdı. Həmid bir dəstə boşqab götürüb mətbəxə gəldi və dedi, bu qədər yemək pişirmək nəyə lazım idi? Niyə? Pis idi ki? Yox, amma gərək bundan sonra dünyanın axırına qədər onlara cavab verim. Bir-iki dəfə Həmid çay apardı. Mən süfrəni yığışdırıb qabları yudum. Yeməkləri yerbəyir etdim. Mətbəxi qaydaya saldım. Saat 5-in yarısını keçmişdi. Belimin ağrısı keçmirdi. Hiss edirdim ki, qızdırmam var. Heç kəs məni soruşmurdu. Unudulmuşdum. Yaxşı bilirdim ki, onlara bir yamaq kimiyəm. Nə onlar kimi söhbət edə bilirdim, nə də sözlərini kəsib nə istədiklərini soruşa bilirdim. Yenə çay süzüb xamalı şirini ilə otağa apardım. Hamısı təşəkkür etdi. Şəhrizad dedi, yorulmayasan. Bağışla, kömək etmədik. Biz bu işləri bacarmırıq doğrusu. Çox sağ ol, elə bir iş görmədim. Necə yəni heç nə etməmsən? Bizim bunların birini də görməyə imkanımız yoxdur.
Gəl bizim yanımızda otur. Gəl mənim yanıma. Gözüm üstə. İndi gəlirəm. Amma icazə verin, vaxtı keçməmiş namazımı oxuyum. Sonra gəlim, rahat oturum. Hamı yenə təəccüblə mənə baxdı. Həmid qaşqabağını salladı. Bilmirdim yenə nə dedim ki, bunlara bu qədər qəribə gəldi. Bayaq Həmidə burjua deyən Əkbər, bəh, hələ də namaz qılan adam var. Çox sevindim. Xanım, siz cəddinizin etiqadını qoruyursunuz. Niyə namaz qıldığınızı deyə bilərsiniz? İncidim. Əl-ayağım bir-birinə dolaşdı. Dedim, əlbəttə, müsəlmanam. Hər müsəlman da namaz qılmalıdır. Bu hər müsəlmanın borcudur. Bu öhdəliyi sizin üstünüzə kim qoyub? Təkcə mənim yox. Bu borc hamının üstünə qoyulub. Öz peyğəmbəri və Quranı qoyub bu öhdəliyi. Yəni deyirsən, bir nəfər yuxarıda oturub öhdəlikləri yazıb, atır peyğəmbərlərin qucağına? Elə əsəbləşmişdim ki, başım hərləndi. Baxışlarımla Həmiddən kömək istəyirdim. Amma Həmidin baxışında qəzəb vardı. Qızların biri dedi, əgər namaz qılmasan nə olacaq? Dedim, günahda axı. Məsələn, biz namaz qılmırıq. Sən deyən kimi dua etmirik. Başımıza nə gələcək? Dişlərimi bir-birinə sıxıb dedim, öləndən sonra cəhənnəm əzabına düçar olacaqsınız. Aha, cəhənnəm. De görüm cəhənnəm necə bir yerdir? Bütün bədənim titrəyirdi. Onlar mənim etiqadımı məsxəriyə qoymuşdular. Dilim tutula-tutula dedim, cəhənnəm oddan düzəlib. Yəqin ilanı, əqrəbi də var. Hamı güldü. Mən yalvarışla Həmidə baxdım. Amma o başını aşağı salmışdı. Gülməsə də heç nə demirdi. Əkbər Həmidə tərəf dönüb dedi, sən ki arvadının gözünü aça bilməmsən, bu xalqı necə xurafatdan qurtaracaqsan? Əsəbi halda dedim, mən xurafatçı deyiləm. Niyə ki? Lap eləsən. Səndə günah yoxdur. Beynini yuyublar. Bu işlərin xalqa heç bir xeyri yoxdur. Bu inam səni başqalarından asılı edir. Bunları səni qorxutmaq üçün fikirləşiblər ki, hər nə var, ona qane olasan. Olmayan şeyləri tələb eləməyəsən. Bu ümidlə yaşayasan ki, o biri dünyada bunları sənə verəcəklər. Sənin o şeylərə etiqadın var ki, onlar səni istismar etməkdən ötürü yaranıb. Xürafat budur. Hiss elədim ki, halım pisləşir. Əsəbi halda dedim, küfür danışmayın. Görürsünüz uşaqlar, adamların beynini necə yuyurlar. Bunların günahı yoxdur. Bu inancları uşaqlıqdan bunların zehnində əkirlər. Bizim işimiz bunlarla mübarizə aparmaqdır. Bu, narkotik kimi bir şeydir. Onun sözlərinin gerisini eşitmədim. Bütün ev başıma dolanırdı. Fikirləşdim ki, əgər bir dəqiqə də orada dayansam, qusacağam. Tələsik ayaq yoluna qaçdım. Ürəyim bulandı. Belim və qarnım da dəhşətli dərəcədə ağrıyırdı. Ayaqlarım islandı. Təəccüblə ayaqlarımın altına baxdım. Bütün tualet qan içindeydi. Sifətim alışıb yanırdı. Aşağıya baxırdım. Odun şölələri məni öz tərəfinə çəkirdi. Çalışırdım qaçım. Amma ayaqlarımda hərəkət yox idi. Çirkin ifritələr uzun dırnaqlarını qarnıma soxub məni oda tərəf çəkirdilər. Ətrafımda insan başlı ilanlar mənə gülürdülər. Qəribə bir otaqda gözümü açdım. Bərk üşüyürdüm. Gözlərimi bağlayıb özümü yığışdırdım və titrədim. Bir adam yorğanı üstümə çəkib isti əli ilə alnımı yoxladı. Biri dedi, qızdırması düşüb, qanaxması da kəsilib, amma bədəni zəifdir. Anamın səsini eşitdim. Həmid xan, icazə verin, onu bir həftə evimizə aparaq, biraz özünə gəlsin. 5 gündə anamgildə yatdım. Fatimə pərvanə kimi başıma dolanırdı. Atam hey əcaib qəraib yeməli şeylər alırdı. Dediyinə görə, hamısı məni gücləndirmək üçün idi. Gözümü açan kimi anam ağzıma nəsə qoyurdu. Pərvin xanım səhərdən axşama kimi yanımda otururdu. Mənimlə danışırdı. Amma onu dinləməyə hövsələm yox idi. Həmid hər axşam məni görməyə gəlirdi. Narahat görünürdü. Ona baxmaq istəmirdim. Yenə də ətrafımdakılarla danışmaq çətinləşmişdi. Anam deyirdi, qızım, hamilə olduğunu niyə demirdin? Niyə bu qədər zəhmət çəkdin, işlədin? Niyə qoymadın köməyinə gəlim? Niyə qoydun soyuq dəysin? Axı birinci aylar gərək ki, bu şeylərdən qorunasan. Amma qəm yemə. Bilirsən, mən neçə uşaq salmışam? Bu da Allahın hikmətidir. Həmid Mənsurənin maşını ilə dalımca gəlmişdi. Ayrılanda atam boynuma bir qızıl zəncir taxdı. Təşəkkür eləməyə halım olmadı. Həmid 2 gün evdə qalıb mənə baxdı.
Bilirdim, bu onun nəzərində nə böyük bir fədakarlıqdır. Amma içimdə heç bir minnətdarlıq hissi yox idi. Anası və bacıları məni görməyə gəldilər. Anası dedi, mənim də ikinci uşağım düşmüşdü. Amma ondan sonra 3 yaxşı və sağlam uşaq doğdum. Yersiz kədərlənmə. Hələ siz gəncsiniz. Vaxtınız var. Mən bilmirdim ki, əsəblərimin pozulmağının səbəbi nədir. Təkcə uşağa görə deyildi. Çünki hələ o vaxta qədər içimdə nəsə qırılmış və hamilə olduğumu heç kimə deyə bilməmişdim. Hələ də özümü bir məktəbli qız kimi görürdüm. Birinci vəzifəm dərs oxumaq idi. İndi də əzablarımın kökü günah hissi idi. İnandığım şeylərə şəkk eləmişdilər. Bu şəkki eşidəndə dəhşətə gəlmişdim. Özümü cəza görməyə layiq bilirdim. Bəlkə uşağı itirməyimə də bu səbəb olmuşdu. Həmid məndən, sən niyə mənə hamilə olduğunu demədin? Soruşdu. Axı özümdə bilmirdim, dedim. Həm də fikirləşmirdim ki, sən bunu eşidəndə sevinəcəksən. Uşaq olmağının sənə nə fərqi var ki? Bilirəm ki, sənin dərdin təkcə uşaq deyil. Sən başqa şeylərdən incimisən. Sayıqlayanda bildim. Mən, Şəhrizad, Mehdi bu barədə çox danışdıq. O günü sən hər tərəfdən təsir altındaydın. Həm yorğun idin, həm soyuqlamışdın. Uşaqların axırıncı sözləri də sənə zərbə oldu. Gözlərim yaşla doldu. Sən məni heç müdafiə etmədin. Məni məsxəriyə qoyub güldülər. Mənimlə axmaqmışam kimi davranırdılar. Sən də onların tərəfindəydin. Yox, inan, heç kəsin xüsusi bir məqsədi yox idi. Bilmirsən, o gündən sonra Şəhrizad nə qədər Əkbəri danladı. O gündə bütün günü mənimlə bərabər xəstəxanada, sənin başının üstündə idi. Hamı səndən nigarandı. Əkbər də istəyir gəlib səndən üzr istəsin. O günün sabahı Şəhrizadla Mehdi şirniyyat alıb məni görməyə gəlmişdilər. Şəhrizad yanımda oturub dedi. Çox sevindim sağalmağına. Bizi çox qorxutdun. Bağışlayın, özümün aslı olmadı. Yox, belə demə. Sən gərək bizi bağışlayasan. Bizim günahımız idi. Biz özümüz mübahisə eləyəndə elə sərt sözlər işlədirik ki, başqalarını da özümüz kimi bilirik. Kimisə incidə biləcəyimizi düşünmürük. Əkbər də həmişə eşşək kimi danışır. Amma onun da heç bir məqsədi yox idi. İstəyirdi gəlsin. Mən dedim lazım deyil. Səni görər, yenə halı qarışar. Yox, onda günah yoxdur. Günah məndədir ki, bir kəlmə ilə imanım qarışdı. Özümü müdafiə edə bilmədim. Yaxşı, sən çox cavansan. Mən sənin yaşında olanda atamla da üzbəüz mübahisə edə bilmirdim. Tədricən böyüdüm. Möhkəm etiqadlar tapdım. Elə etiqadlar ki, kökü elmdən, mütaliədən, fikirdən başlayır. Amma qoy bir şey etiraf edim. Bu aydın fikirlərin sözlərinə çox əhəmiyyət vermirdim. Onların da ürəklərində inancları var. Çətin anlarında istəməyərək Allaha pənah aparırlar. Həmid bir məcməyi çayla qapının ağzında durub gülürdü. Şəhrizad dönüb dedi. Elə deyil Həmid. Sən bütün dini etiqadlarını bir dəfəlik yaddan çıxarda bilmirsən. Allaha inancını unuda bilmirsən. Hər dara düşəndə onun adını çəkmirsən. Yox, əslində lazım da görmürəm. Bilmirəm, niyə uşaqlar bu mövzuda belə israrlıdırlar. Mənim nəzərimdə məzhəbi, etiqadı olan insanlar arxayın, ümidlidirlər. Tənhalıqdan uzaqdılar. Mən soruşdum. Yəni sən mənim inanclarımı, namaz qılmağımı xurafat bilmirsən? Yox. Hətta bəzən sənə paxıllığım tutur. Şəhrizad gülüb onun dediklərini təsdiqlədi. Yadında qalsın. Namaz qılanda bizə də dua elə. Onu qucaqlayıb öpdüm. Həmin hadisədən sonra Həmidin dostları ilə görüşümüz məhdudlaşdı. Onlar mənə hörmət edirdilər. Amma məni özlərinin arasında görmürdülər. Mənim yanımda dinlən, Allahdan danışmırdılar. Mən yanlarında olanda rahat deyildilər. Mən də daha onlarla olmağa israrlı deyildim. Təkcə Şəhrizadla Mehdi hərdən dost kimi bizə baş çəkirdilər. Amma mən hələ də onlardan utanırdım. Şəhrizada hörmətim və məhəbbətim vardı. Çox kamil bir xanım idi. Hətta kişilər ona hörmət edirdilər. Savadlı idi. Dünya görüşü zəngin idi. Əla natiqliyi vardı. Heç kimdən qorxmurdu. Heç yerdən, heç kimdən asılı deyildi. Bu qədər güclü olmasına rəğmən çox kövrək idi. Bəzi şeylərə göz yaşı axıtmadan qulaq asa bilmirdi. Onunla Mehdinin münasibətləri mənə həmişə tapmaca kimi gəlirdi. Həmid onların təşkilatın məsləhətinə görə evləndiklərini desə də, aralarında bəzi hisslər olduğunu duyurdum. Mehdi çox ağıllı ər və az danışan adam idi. Söhbətləri az qarışardı. Öz bacarığını az nümayiş etdirərdi. Müəllim kimi uşaqların dərs danışmağına qulaq asardı.
Hamının davranışını nəzarətdə saxlayardı. Özü isə sakit qalırdı. Tezliklə bildik ki, Şəhrizad onun sözçüsü rolunu oynayır. Bütün danışıqlarda gizlincə, gözaltı ona baxardı. Mehdi başını tərpətməklə onun sözlərini, hərəkətlərini təsdiqləyirdi. Qaşlarını tərpədəndə Şəhrizad söhbəti yarımçıq kəsirdi. İnanmazdım ki, aralarında sevgi olmayan adamlar bir-birini belə anlaya və təqdir edələr. Bilirdim ki, Həmid üçün ideal həyat yoldaşı belə bir qadın idi. Şəhrizada buna görə heç paxıllıq eləmirdim. Onu özümdən çox üstün bilirdim. Özümü heç ona paxıllıq etməyə də layiq görmürdüm. Amma onun kimi olmağın həsrətində idim. Yazın axırı idi. 10-cu sinifin imtahanları ərəfəsində bir dəfə yuxulu-yuxulu ürəyim bulandı. Başa düşdüm ki, hamiləyəm. Buna baxmayaraq, imtahanlardan yaxşı keçdim. Bu dəfə istəyərək, həvəslə uşağımın olmağını gözlədim. O uşaq ki, heç olmasa məni bitməyən bu təklikdən qurtara bilərdi. Həmidin ailəsi hamiləlik xəbərindən çox sevindilər. Bunu Həmidin yola gəlmək nişanəsi bildilər. Mən də üstünü vurmadım. Əgər ağzımı açıb Həmidin əvvəlki kimi olduğundan bir söz desəydim, ona xəyanət etmiş olar. Onu həmişəlik itirə bilərdim. Həm də müqəssir yenə özüm olacaqdım. Çünki Həmidin anası belə düşünürdü. Hər bəhanə ilə mənə deyirdi ki, bacarıqlı qadın ərinin ayağını evə bağlaya bilər. Özünü nümunə göstərirdi ki, cavanlıqda solçu olan ərini yola gətirib. Həmin ilin yayı Mahmud xalam qızı ilə evləndi. Mən onların işlərinə qarışmaq istəmirdim. Xoşbəxtlikdən hamiləliyim də köməyimə çatdı. Heç kim məndən heç nə istəmirdi. Amma anam çox sevinirdi və tez-tez gəlininin gözəlliyindən, Məhbubədən yaxşı olmağından danışırdı. Mahmudsa o qədər qaşqabaqlı idi ki, elə bil ki, yas evinə gəlmişdi. Başını aşağı dikib heç kimlə danışmırdı. Toy həm atamın evində, həm də Pərvin xanımın evində keçirilirdi. Kişilər bizim evdə, qadınlar Pərvin xanımgildə oturdu. Evlənəndən sonra Mahmud bir gündə atamın evində qalmadı. Bazarın yaxınlığında bir ev kirayə götürmüşdü. Gecə gəlini o evə apardılar. Qapıya rəngli çıraqlar asmış, divar boyu məşəllər yandırmışdılar. Pərvin xanımın həyəti biraz böyük idi deyə yeməkləri orada pişirdilər. Amma musiqi olmadı. Mahmud, xalamın yoldaşı bunun qəti əleyhdarı idilər. Mən də Pərvin xanımın evində qadınların arasında oturmuşdum. Özümü yelləyirdim. Qadınlar kirimək bilmədən danışır və meyvə, şirniyyat yeyirdilər. Kişilər tərəfdən heç səs gəlmirdi. Sadəcə hərdən bir nəfərin əmri ilə hamının salavat çevirdiyini eşidirdim. Pərvin xanım elə hey deyinirdi ki, bu nə toydu? Elə bil atamın ölməyinin il dönümüdür. Amma xalam gözünü ağardıb, əstəğfurullah, dedi və Pərvin xanım sakitləşdi. Xalamın düşüncəsinə görə, dünyada onun özündən başqa hamı günahkar idi. Ondan başqa heç kimin orucu, namazı düz deyildi. Pərvin xanımdan da zəhləsi gedirdi. Ev Pərvin xanımın olmasaydı, indi qolundan tutub bayır atmışdı. O gecə Əhməddən xəbər çıxmadı. Anam tez-tez əlini küçənin başına yollayırdı ki, görsün Əhməd harda qalıb. Əli qayıdıb Əhmədin gəlmədiyini deyəndə əlini əlinə vurub. Buna bax, heç elə bil bunun qardaşının toyu deyil, deyə sızıldanırdı. Yazıq atam tək qalmışdı. Pərvin xanımın da elə bil dərd açılmışdı. Anan düz deyir. Sən gedəndən Əhməd lap pis dəyişib. Bəzi əcaib adamlarla oturub durur. Haqqıdır. Adam ki bu qədər axmaq olsa, başına gələn də öz haqqıdır. O gecə bibim də toya gəldi. Məhbubəni soruşdum. Onun ötürü çox darıxmışam. Kaş o da gələydi. Məhbubə burada yoxdur. Dedi ki, onun yerinə üzrxahlıq eləyim. Dünən əri ilə Suriyaya getdilər. Bilirsən nə yaxşı əri var? Məhbubədən ötürü ölür. Nə yaxşı? Niyə bəs Suriyaya getdilər? Hara getsinlər? Deyirlər Suriya çox gözəldir. Yaxın Şərqin ən gözəl ölkələrindəndir. Məhbubə neçənci ayındadır? Yeriyləməsi var? Yox, çox azdır. Heç narahatlığı yoxdur. Həkim də icazə verdi səfərə çıxmağa. Amma mənə həkim icazə vermir çox hərəkətləməyə, əyilib qalxmağa. Özündən müğayət ol. Sən çox zəifsən. Amma maşallah, gözəlləşmisən. Uşağın oğlandı. İndi də görüm ərindən razısan? Bizdəki o şahzadanı görməmişik. Elə tələsik verdilər ki səni. Necədir yoldaşın? Yaxşıdır bibi, mehribandır. Eşitdim kəbin süfrəsinə kimi kürəkəni görməmsən. Düzdür, amma şəklini görmüşdüm. Şəklə ərə getmirdin ki. Yəni sən elə bir şəkillə onu sevdin?
Vallah, indi heç qumda da belə qız ərə vermirlər. Məhbubənin qaynatası özü də molladır. Elçiliyə gələndə dedi ki, qızla oğlan bir-biri ilə danışa bilərlər. Ta ki, bir-birlərini sevdiklərinə əmin olsunlar. O vaxt cavab verərlər. Məhbubə heç olmasa 5 dəfə Möhsün xanla tək danışdı. Neçə dəfə bizi evlərinə dəvət etdilər. Biz də onları dəvət etdik. Qumda hamı onları tanıyırdı. Amma biz yenə soruşub öyrəndik. Adam qızını yoldan tapmayıb ki. Bilirəm, bebi. Amma qardaşlarım çox tələsirdilər. Mən razı deyildim. Qələt edirdilər. Sən onların yerini daraltmışdın. Əvvəldən sənin bu anan oğlanlarını çox əzizləyir. Mahmudun işi canama suya çəkməkdir. Əhməd də ki, məlum deyil, hardadır. Amma bibican, indi narazı deyiləm. Qismət bu idi. Həmid yaxşı oğlandı. Ailəsi də yaxşıdır. Köməyimə çox çatırlar. Var dövləti necədir? Pis deyil, korluq çəkmirik. Oğlanın öz işi nədir? Bir kitab çapxanaları var. Yarısı atasınındır. Həmid də orada işləyir. Səni sevir, mehriban dolana bilirsiniz, başa düşürsən də nəyi deyirəm? Düşündüm. Heç vaxt onun məni sevib ya sevmədiyini fikirləşməmişdim. Əlbəttə, mən ona qarşı laqeyd deyildim. O sevilməli və ürəyi yatan adam idi. Hətta onu az-az görən atam da Həmidi çox istəyirdi. Amma aramızda Səidlə olan kimi eşq yox idi. Qadın-kişi münasibətlərimiz də daha çox vəzifəmizi icra etmək idi. Bibimin səsi məni fikrimdən ayırdı. Niyə fikrə getdin? Onu sevirsən ya yox? Bilirsən, bibi, yaxşı kişidir. Mənə deyir, dərs oxu. Nə iş istəyirsən onu elə. Kinoya, qonaqlığa gedə bilirəm. Yazıq heç nə demir. Mən bu kişiləri yaxşı tanıyıram. Elə Məhbubənin əri həm Allahlıdır, həm savadlıdır, həm müasirdir, həm də Məhbubiyə aşiq. Gözünü ondan ayırmır. Hamilə olduğunu biləndən ona uşaq kimi baxır. Dörd gözlə müğayət olur ki, görsün hara gedir, hardan gəlir. Öz aramızda qalsın. Bəzi vaxtlarda qısqanır. Yəqin sənin ərin də qısqanır, elə deyil? Həmid? Həmid və qısqanclıq? Özü də məni? Əmin idim ki, belə şey yoxdur. Əgər indi desəm ki, boşanmaq istəyirəm, çox sevinər. Evlilik onun üçün zəncirdən başqa bir şey deyil. Baxmayaraq ki, o hələ də azaddır. Evə nə vaxt istəyir, gəlir. Həmid? Yox, Həmid heç vaxt məni qısqanmaz. Payızın başlamağı ilə halım biraz düzəldi. Qarnım yavaş-yavaş böyüyürdü. 11-ci sinifin kurslarına yazıldım. Axşamlar ağır-ağır addımlayaraq kursa gedirdim. Səhərlər pərdələri qırağa çəkib, ayaqlarımı uzadıb, bibim göndərən lavaşları yeyə-yeyə dərs oxuyurdum. Bilirdim ki, sonralar dərs oxumağa çox vaxt tapmayacam. Bir gün həmin səhər saat 10-da evə gəldi. Təəccübləndim. 2 gecə idi ki, evə gəlməmişdi. Fikirləşdim, yəqin xəstələnib. Yoxsa məndən nigaran qalmayacaqdı ki. Soruşdum. Səndən nə əcəb bu vaxt evə gəlmisən? Gülə-gülə dedi. İstəmirsən evə gəlməyimi? Yox, sadəcə maraqlıdır. Bu gün xəbər verdilər ki, telefonu qoşmağa gələcəklər. Mən də bilmədim evdə pul var ya yox. Məcbur oldum tez gəlim. Telefon, doğru deyirsən? Bizə telefon çəkmək istəyirlər. Nə yaxşı. Məyər bilmirdin? Pulunu çoxdan vermişdim. Mən nə bilim. Sən ki mənlə danışmırsan. Amma yaxşı oldu. İndi hamı ilə danışa bilərəm, darıxmaram. Yox, olmadı Məsum xanım. Telefon vacib işlər üçündür. Xanımlar onunla çənə vursunlar deyə çəkdirmirəm. Mənə telefon bəzi vacib əlaqələr üçün lazımdır. Gərək həmişə açıq ola. Yadında qalsın. Nömrəni də heç kimə vermə. Yəni deyirsən, ata-ananda da bizim evin nömrəsi olmaya? Yaxşı, əsəbləşmə. Əlbəttə, bir şey olsa xəbər edə bilərsən. Demək istəyirəm, 24 saat telefonu məşğul etmə. Mənim kimim var ki? Dostum da yoxdur. Anamgildə də telefon yoxdur. Gərək Pərvin xanımgildən zəng edələr. Qalır sənin anan bacın. Yox, olmaya onlara nömrə verəsən. Hər dəqiqə evdə olub olmadığımı yoxlayacaqlar. Axır ki, telefonu qoşdular. Soyuqlar düşəndən ətraf mühitlə əlaqəm kəsilmişdi. İndi bərpa oldu. Hər gün Pərvin xanımla danışırdım. Bəzən anam onlara gəlirdi. Onunla danışırdım. Həmidin anası telefon çəkildiyini biləndən sonra gileylənib nömrəni aldı. Elə bilirdi ki, nömrəni ona mən vermək istəmirəm. Mən də deyə bilmirdim ki, oğlunun əmridir. Nömrəni alandan sonra gündə azı 2 dəfə zəng edirdi. Onun zəng elədiyinə əmin olanda telefonu götürmürdüm. O qədər yalan demişdim ki, Həmid tualetdədir, gedib bazara, küçəyə çıxıb, utanırdım.
Qışın soyuq gecə yarılarının birində doğuş sancısı hiss elədim. Qorxu və nigarançılıq bütün canımı almışdı. Həmidə necə xəbər edim? Özümü əl almağa çalışırdım. Çalışdım həkimin sözlərini yada salım. Özümü yığışdırdım. Həmidi tapmağa çalışdım. Mənə verdiyi telefon iş yerinin idi. Bilirdim ki, gecə vaxtı orada heç kim olmur. Amma zəng elədim. Heç kim götürmədi. Dostlarından heç kimin nömrəsi yox idi. O qəribə bir israrla heç yerdə dostlarının ünvanını, nömrəsini yazmırdı. Çalışırdı yadında saxlasın. Başqa çarəm qalmadı. Pərvin xanıma zəng elədim. Nömrəni yığdım. Amma heç kim götürmədi. Bilirdim ki, həm ərinin qulaqları, həm də özünün yuxusu ağırdı. Əlim yoruldu. Dəstəyi yerə qoydum. Saat 2 idi. Gözüm saatda qalmışdı. Ağlıma gəldi ki, Həmidin anasına zəng edim. Amma necə deyim ki, Həmid evdə deyil? Axı axşam demişdim ki, Həmid gəlib və gedib nənəsinə baş çəksin. İndi Həmidin gəlmədiyini desəydim, anası dəli olardı. Həm də mənimlə dalaşardı. Nifrət edirdim hər şeyə. Bezmişdim. Mənim və bu uşağın öldü qaldısının Həmidə heç bir dəxli yox idi. Saata baxdım. 4-ün yarısı olmuşdu. Bir də Pərvin xanıma zəng edib dəstəyi saxladım. Amma faydası yox idi. Fikirləşdim, paltarımı geyinib özümü küçəyə çatdırım. Bir maşın taparam. Məni xəstəxanaya çatdırar. Özümlə uşağın çantasını 10 gün qabaqdan hazırlamışdım. İçindəkiləri töküb o həkimin yazdığı kağızı axtardım. Bir də hamısını qatlayıb çantaya qoydum. Ağrım təzdən başlamışdı. Amma bu dəfə fasilələri nizamlı değildi. Çarpayıya uzandım. Fikrimi toplamağa çalışdım. Ağrının gücündən yerimdən atlandım. Səhər 7-nin yarısı idi. Elə bil ağrılarım biraz sakitləşmişdi. Məni yuxu aparmışdı. Tələsik telefona tərəf getdim. Pərvin xanımın evinə zəng elədim. Qərara gəlmişdim ki, dəstəyi bir nəfər cavab verənə qədər yerə qoymayam. 10 dəfə zəng çalandan sonra Pərvin xanımın yuxulu səsi gəldi. Bir başqa adamın səsini eşidəndə qəhərləndim. Pərvin xanım, dadıma çat, ağrılarım başlayıb. Allah məni öldürsün, get xəstəxanaya, biz də gəlirik. Necə gedim bu qədər əşya ilə? Həmid yoxdur? Yox, evdə yoxdur. Gecə evə gəlməyib. Gecədən indiyə kimi 100 dəfə zəng eləmişəm sənə. Allah istədi, uşaq bu vaxta qədər gəlmədi. Sən hazırlaş, biz indi çatırıq. Gedib ananı götürüm gəlirik. Pərvin xanımla danışandan sonra ağrılarım olsa da sakitləşmişdim. Xəstəxanaya çatdım. Ağrılarımın dözülməz olduğuna baxmayaraq, həkim deyirdi ki, hələ tezdir. Anam əllərimi tutub dedi. Ağrı çəkən qadın nə dua eləsə, Allah tez qəbul edər. Dua elə ki, Allah günahlarından keçsin. Günahlarım? Nə günahım vardı ki? Təkcə bir günahım vardı. O da birini sevmək idi. Bu həyatımın ən gözəl xatirəsi idi. İstəmirdim kimsə onu silə. Günorta oldu. Doğa bilmirdim. Dərmanlar, iynələr vurulurdu. Amma faydası yox idi. Pərvin xanım hər otağa girəndə dəhşətlə mənə baxırdı. 1000-ci dəfə soruşdu. Axı bu Həmid bəy hardadır? Qoy anasının evinə zəng edək. Bəlkə onlar bilərlər. Ağrıdan qovrula-qovrula deyirdim. Yox, bunu eləməyin. Özü gələndə zəng edər. Anamın hirsindən qanı qanını yeyirdi. Niyə? Nənəsi gəlib görməlidir ki, nəvəsinin başına nə gəlir. Niyə heç birinin vecinə deyil? Anamın durmadan deyinməyi məni lap əsəbləşdirirdi. Günorta saat 4 oldu. Saat 5-i keçəndən sonra Həmid gəldi. Onu görməklə elə bil arxa tapdım. Gücləndim. Doğrudan da belə anlarda ər, qadın üçün ən güclü arxadır. Sevməsə də, mehriban olmasalar da. Həmidin ana bacılarının xəstəxanaya nə vaxt gəldiklərini bilmədim. Anası tibb bacısı ilə dava edirdi ki, bəs bu həkim hardadır? Uşaq əldən gedir. Bilmirdim ki, onun nigarançılığı nəvəsinə görədir, yoxsa mənə görə. Tibb bacısı məni müayinə edənə acıqlandı. Bu nə şüvəndi salmısınız? Həkim xanım dedi ki, vaxtı çatanda gələcək. Axşam saat 11 oldu. Daha nəfəs ala bilmirdim. Məni o biri otağa apardılar. Həkimin danışığından başa düşdüm ki, uşağın nəfəs almasında problem var. Həkim tələsə-tələsə əlcəklərini geyindi. Tibb bacısı damarı tapa bilmədiyinə görə həkim onun üstünə çıxırdı. Ondan sonra nə oldusa, yadıma gəlmir. Oyananda təmiz və işıqlı bir otaqdaydım. Anam başımın üstündə oturmuşdu. Mürgü vururdu. Ağrım yox idi. Amma çox yorğun, halsız idim. Soruşdum. Uşaq öldü. Dilini dişlə qız, Allah eləməsin.
Uşağın gül kimi bir oğlandı. Oğlan olduğunu biləndə necə sevindim, bir bilsən. Qaynananın yanında başım uca oldu. Uşaq qüsurlu deyil ki. Yox, Allah eləməsin. İkinci dəfə gözümü açanda Həmid otaqda idi. Gülüb dedi. Mübarəkdir. Çox çətin olmadı ki. Özümdən asılı olmayaraq ağladım. Tək qalmaq bundan da çətin idi. Başımı qucaqlayıb saçlarımı sığalladı. Bütün təkliyimi, incikliyimi unutdum. Soruşdum. Uşaq sağdır? Hə, amma çox balacadır. Neçə kilodur? 2 kilo 700 qram. Barmaqlarını saymısan? Düzdür? Bəkdən gülüb. Əlbəttə düzdür, dedi. Uşağı şüşə altında saxlayırlar. Nəfəsi qaydaya düşməlidir. Amma çox şeytandır. Şüşənin içində də əl-ayağını dinc qoymur. Səhəri günü özümü çox yaxşı hiss edirdim. Uşağı gətirdilər. Yazıq uşağın üzündə yara və cızıq yeri görünürdü. Dedilər, forsepsin yeridir. Allaha çox şükür ki, özünə ziyan dəyməyib. Amma elə hey ağlayırdı. Döşümü tuta bilmirdi. Zəiflik və yorğunluq hiss edirdim. Axşam otağım dolu idi. Hər kəs uşaq haqda bir şey deyirdi. Həmidin anası deyirdi ki, eynən Həmiddir. Anam deyirdi ki, dayılarına çəkib. Sonra anam Həmiddən soruşdu. Ad fikirləşmisiniz, nə qoyacaqsınız? Hə, fikirləşmişik, siyamək qoyacağıq. Sonra Həmid atasına baxdı. Atası gülüb başını tərpətdi. Mən qorxdum. Biz heç vaxt uşağın adına görə danışmamışdıq. Bu ad da ki, heç vaxt ağlıma gəlməmişdi. Nə? Siyamək? Mən çox gözəl adlar tapmışam. Niyə siyamək? Anam dedi. Siyamək nədir? Adam Allah, Peyğəmbər adları qoyar ki, aqibətə xeyir olsun. Atam işarə elədi ki, qarışmasın. Həmid ciddi və qəti dedi. Yox, siyamək yaxşıdır. Sonra da ağıllı adamlar səfehlərə baxan kimi mənə baxıb dedi. Adam gərək uşağına böyük adamların adını qoysun. Anam sual dolu nəzərlərlə mənə baxdı. Çiyinlərimi çəkdim ki, bilmirəm. Sonralar bildim ki, onların dəstələrində uşaqlara bu cür adlar qoyurlar. Dediklərinə görə kommunist adlarıdır. Xəstəxanadan çıxıb anamgilə getdim. 10 gün orada qaldım. Yavaş-yavaş uşağa baxmağa öyrəndim. Öz evimə qayıtdım. Oğlum salamat idi. Amma davamlı ağlayırdı. Gecələr səhərə kimi ayaq üstə dolanırdım. Pərvin xanım demək olar ki, hər gün gəlirdi. Anam da tez-tez baş çəkirdi. Çox kömək edirdi. Bütün alış-verişimi onlar eləyirdilər. Mən evdən çıxa bilmirdim. Həmid də heç bir məsuliyyəti boynuna almamışdı. Proqramlarında bir dəyişiklik var idi ki, gecələr evə gəlirdi. Balışını, yorğanını götürüb qonaq otağında yatırdı. Sonra da pis yatdığından gileylənirdi. Neçə dəfə uşağı Pərvin xanımla həkim apardım. Həkim deyirdi ki, forsepslə dünyaya gələn uşaqlar əsəb olurlar. Amma xüsusi bir problemi yoxdur. Başqa həkim deyirdi, bəlkə acdı. Südüm onu doydurmur. Köməkçi südlərdən ver. Yorğunluq, zəifləmə, az yatma, uşağın durmadan ağlamağı, ələlxüsus da təklik günbəgün əsəblərimi pozurdu. Özümə qapanırdım. Heç kimlə də danışa bilmirdim. İnanırdım ki, Həmidin evdə olmamasına təqsirkar mənəm. Tamamilə özümə inamı itirmişdim. Hamıdan zəhləm gedirdi. Hiss edirdim ki, dünya mənim üçün qurtarıb. Heç vaxt bu zəhmətin, məsuliyyətin altından çıxa bilməyəcəkdim. Uşaq ağlayanda mənim də gözlərimin yaşı dayanmırdı. Həmid heç uşağa baxmırdı. Gecə-gündüz öz işləri ilə məşğul idi. 4 ay idi ki, evdən çölə çıxmamışdım. Anam deyirdi, hamının uşağı olur. Amma heç kim sənin kimi özünü bütünlüklə uşağa verməz. Evdə oturmaz. Bir müddət keçdi. Havanın qızışması, uşağın böyüməyi mənim də halımı yaxşılaşdırdı. Daha özümə qapanmam, halımın dəyişməyi azalmışdı. May ayının gözəl günlərinin birində özümə söz verdim. Ayağa qalxmağa qərar verdim. Mən ana idim. Uşağıma görə məsuliyyət daşıyırdım. Güclü olmalıydım. Öz ayaqlarımın üstündə durmalıydım. Uşağım sağlam və şad mühitdə böyüməli idi. Bununla çox şey dəyişdi. Həyatın nəşəsi qanımı qaynatdı. Elə bil uşaq da bunu bilmişdi. Az ağlayırdı. Bəzi vaxt da məni görəndə gülürdü. Əllərini mənə tərəf uzadırdı. Bu zamanlar bütün qəm qüssələrimi unudurdum. Hələ də bəzi gecələr səhərə kimi yatmağa qoymurdu. Amma adət etmişdim. Bu vəziyyəti qəbul eləmişdim. Hərdən oturub saatlarla ona baxırdım. Onun hər hərəkətinin mənim üçün xüsusi mənası vardı. Elə bil təzə bir dünya kəşf etmişdim.
Günü-gündən güclənirdim. Hər gün onu lap çox sevirdim. Elə bil analıq eşqi bütün əsəblərimi sağaltmışdı. Bu gün dünəndən də çox sevirdim onu. Bundan böyük eşq ola bilməz deyirdim. Amma sabah hiss edirdim ki, bugün dünənkindən də əzizdir. Daha özümlə danışmağa ehtiyac qalmamışdı. Ona deyirdim sözlərimi, mahnı oxuyurdum. Siyamək iri gözləri ilə mənə baxıb, hansı şeiri xoşladığını daha çox hiss elətdirirdi. Hər gün axşam onu uşaq arabasına qoyub, evimizin ətrafındakı küçələrdə, qədim ağacların altında gəzişirdim. Siyamək də bu gəzintiləri xoşlayırdı. Fatimə müxtəlif bəhanələrlə bizə gəlirdi. Məktəblər tətilə başlayandan gecələr bizdə yatırdı. Onun yanımda olmağı mənə böyük kömək idi. Yenə də cümə naharlarını Həmidin ata-anasının evində eləməyə başladıq. Siyamək mehriban uşaq olmasa da, hamının qucağına getməsə də, Həmidin ailəsi ona aşiq idi. Cümə gününün proqramını poza biləcək heç bir bəhanəni qəbul etmirdilər. Ən maraqlısı, atamla Siyaməkin münasibətləri idi. Atam əvvəllər bizə çox az gəlirdi. Amma indi min bir bəhanə ilə bizə gəlməyə çalışırdı. Sonra heç bəhanə də axtarmırdı. Gəlib Siyaməklə oynayır, çıxıb gedirdi. Siyamək doğulandan sonra Həmidin yanında olmamasını daha az hiss edirdim. Bütün günümü ona yemək vermək, çimizdirmək, ona mahnı oxumaqla keçirirdim. Bu balaca şeytan bütün sevgimə sahib olmuşdu. Dərsi, imtahanları bir kənara buraxmışdım. Həmidin atası Siyaməkə görə bizə televizor hədiyyə etmişdi. Yayın axır həftələrində bir dəfə Həmidin ata-anası ilə səfərə getdik. Ömrümün ən xoş həftələrindən biri oldu. Həmid anasının qarşısında tək silah oldu. Min bir bəhanə gətirdi ki, getməyək. Amma heç birinə baxmadılar. Birinci dəfə idi ki, şimala gedirdim. Uşaqlar kimi həvəsli idim, sevinirdim. Siyamək ilk dəfə idi ki, atası ilə bu qədər vaxt keçirirdi. Onun qucağından düşüb mənə gəlmirdi. Həmidin baş barmağını balaca əllərindən buraxmırdı. Həmidin ata-anası nəvələrinin bu hərəkətlərindən çox sevinirdilər. Anası bir dəfə sevincək mənim qulağıma dedi. Görürsən, Həmid bundan sonra uşaqdan əl çəkə bilər, ikincini də tez ver qucağına. Günün altında mis kimi yanmışdım. Bir ara gördüm ki, Həmidin anası onun qulağına nəsə deyir. Həmid də dönüb tez-tez mənə baxır. Özümü yığışdırdım. Çoxdan idi ki, çadıranı, yaylığı yaddan çıxarmışdım. Əlbəttə, geyinmə çox diqqət edirdim ki, açıq-saçıq olmasın. Amma o gün nazik, qolu açıq, yaxası açıq bir don giymişdim. Öz-özümə dedim ki, haqları var. Necə də abırsız olmuşam. Həmid yanıma gələndə nigaranlıqla soruşdum. Anan nə deyirdi? Heç nə. Necə yəni heç nə? Gördüm axı. O mənim barəmdə nəsə deyirdi. Deyə mən də bilim. İlahi, doğrudan da bu qaynana gəlin məsələsini sizin ağlınızdan çıxarmaq mümkün deyil. Əslində o mənə pis heç nə demədi. Nahaq yerə narahat olursan. Bəs nə deyirdi? Heç, deyirdi. Xanımın günəşdə qaralıb, gözəlləşib. Bunu deyirdi. Doğrudan. Bəs sən nə deyirsən? Mən nə deyim? Düz deyirlər. Sən çox gözəlsən və günbəgün gözəlləşirsən. Birinci dəfə idi ki, ərim mənə tərifləyirdi. Özümü o yerə qoymadım. Yox canım, günəşə görədir. Mənim rəngim çox ağdı axı. Keçən il özün deyirdin ki, rəngin xəstəhaldır. Xəstəhal deyildi. Uşaq rəngi kimi idi. İndi böyümüsən. Biraz kökəlmisən. Bu günəş də sənə düşüb. Rəngin çox xoş olub. Saçların, gözlərin açılıb, işıldayır. Bir sözlə, gözəl, kamil xanıma dönmüsən. O gözəl, isti və günəşli günlər həyatımın çox qara, soyuq gecələrinə dözməyə vadar elədi. Mənim Siyaməkim çox şeytan, gözəl uşaq idi. Həmid gülüb deyirdi. Xaricilərin bir misalı var. Deyirlər, uşaqda gözəl nə varsa, anada da o var. Tezliklə geri qayıtdıq.